Salam əziz MİQV sertifikasiya hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə 21 iyun tarixində sertifikasiya imtahanında düşən kurikulum suallarını izah edəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videolarımızı bəyənib şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər. Və vaxt itirmədən keçək suallara və onu da qeyd edeyim ki, suallar, yəni imtahanda düşən suallara oxşar suallardır. Sırf özü olmasa da oxşar suallardır. Sırf özü olanlar da var, oxşar olanlar da var. Keçək suallara. Birinci sualda deyir ki, şagird kəsik konusun sahə düsturundan istifadə edərək sinif otağındakı dibcəyin üzərini örtmək üçün nə qədər rəngli kağız işlənəcəyini müəyyənləşdirir. Deməli, nədir? Kəsik konusun sahə düsturundan istifadə edərək. Biz nə demişdik? Yeni qaydaya əsasən hər hansı bir düstura görə məsələni həll ediriksə, bu anlamaq olur. Yəni, hər hansı bir düstur, qaydanı dərk eləyibsə uşaq və onu həll eləyirsə, deməli, onu anlayıb deməkdir. Özünüzdə qeyd edin, yadda saxlayın ki, düstura, qaydaya əsasən, nəyisə görə, nəyinsə əsasında deyirsə, bu anlamaq olur. Sadəcə işin icrası varsa, onda tətbiq olur. Yaddan çıxartmayın bunu. Burada əgər eləcə desəydik ki, sinif otağındakı dibcək üzərində bu işləri görür. Onda mən tətbiq götürərdim. Amma bu deyir, şagird kəsik konusun sahə düsturundan istifadə edir. Görürsünüz, düsturu vurğulayır oradakı, mən buradayam. Düstur deyir, mən buradayamsa, mən anlamışam deməkdir. Qayda varsa, anlamaq deməkdir. Və bu məntiqi təfəkkür olur. Çünki hər hansı bir təhlil etmək, tənqidi yanaşma yoxdur və işin icrası var. Düsturdan da olsa belə işin icrası varsa prosedural bilikdir. Biz əvvəllər bunu tətbiq etmə götürürdük. Deyirdik ki, prosedural bilik, məntiqi təfəkkür və tətbiq etmə. Həmişə belə götürürdük. Sadəcə düstur artıq yeni qaydaya əsasən düstura görə, qaydaya görə bir şey eləyirsə, onu anlamışam deməkdir. Ona görə bu olur prosedural bilik, məntiqi təfəkkür, anlamaq. Əgər burada dediyim kimi desəydik ki, şagird sinif otağındakı dibcəyin üzərini örtmək üçün nə qədər rəngli kağız işlənəcəyini müəyyənləşdirir. Baxın, onda olardı prosedural bilik, məntiqi təfəkkür, tətbiq etmək. Fikrimi ümidvaram başa düşdünüz. Fikrimi çatdıra bildim. Baxaq, deməli burada düstur olduğuna görə anlamaq oldu. Prosedural bilik, məntiqi təfəkkür, tənqidilik, yaradıcılıq, təhlil, dəyərləndirmə bununla bağlı heç nə yoxdur. Cavab ona görə bir də oldu. A bəndi. Prosedural bilik, məntiqi təfəkkür, anlamaq. İkinci suala keçirik. İkidə deyir ki, Pifaqor teoremindən istifadə etməklə katedləri 6 və 8 olan düz bucaqlı üçbucağın hipotenuzunu tapın. Görürsünüz, yenə burada nədənsə istifadə etməklə deyir. Nədənsə istifadə etməklə deyirsə, yəni nədən deyəndə teoremdən deyir. Görürsünüz, düstur var burada, qayda var. Qaydadan istifadə eləyirsə, deməli, nə olmalıdır? Yeni qaydaya əsasən anlamaq, hər hansı bir düstur, qaydanı dərk edib həll edirəmsə, dərk etmişəm deməkdir, anlamışam deməkdir, izahını bilirəm deməkdir. Amma burada eləcə desəydik ki, şagird katedləri 6-8 olan düz bucaqlı üçbucağın hipotenuzunu tapır. O zaman tətbiq etmək olardı. O zaman tətbiq etmək və məntiqi təfəkkür olardı. Bu, nədənsə istifadə edir. Nədən də deyəndə nədir? Düsturdan, teoremdən, qaydadan istifadə edirsə, anlamaqdır. Bu qaydanı yaddan çıxartmayın. Hansı müəllim necə götürür? Öz düşüncəsidir. Mən qaydada, qəbulda necə verilirsə və qəbulda cavabı nə götürürsə, ona sizi yönləndirirəm. Kiminsə fikrinə əsasən gedib ayrı variant götürüb səhv cavablarınızın sayını artırmayın. Qaydanı dərk eləyin ki, nədir bu? Harada düstur, qayda, teorem varsa özüm dönə-dönə deyirəm ki, dərk eləyəsiz, yaddan çıxmasın. Qaydadan, düsturdan, teoremə əsasən işi görürəmsə anlamaqdır. Yeni qayda budur. Ona görə 2A bəndi olur. Üçüncüyə keçirik. Üçüncüdə deyir ki, aşağıdakılardan hansı səmərəli öyrənmə mühiti qurmağa və sinfin effektiv idarə olunmasına kömək etmir? Bizdən kömək etməyən istəyir. Şagirdlərin səhvlərinə düzgün münasibət göstərən, bəli, skafolding mühiti yaradıran Vigotski nəzəriyyəsinə əsasən doğrudur. Şagirdlərlə ünsiyyət zamanı istifadə olunan sözlərə diqqət yetirirəm. Əlbəttə ki, müəllim sözlərə diqqət yetirməlidir ki, uşaqlar da ona əsasən ondan istiqamət götürüb yönəlir. Müəllim ona görə istifadə olunan sözlərə diqqət yetirməlidir ki, doğrudur. Sağlam psixososial mühit yaratmalıdır, dəstəkləyici mühit formalaşdırmalıdır, inklüziv mühit yaratmalıdır, bərabər imkanları formalaşdırmalıdır. Müəllim peşəkar
peşəkarcasına fərdi məsuliyyətini dərk edərək yanaşmalıdır. Doğrudur. Təlim nəticələrini dərsin əvvəlində elan etmək bu gözəl addımdır. Amma sinfin effektiv idarə olunmasıyla əlaqəlidir. Bu müəllimin özünün dərs keçmə potensialı ilə bağlıdır, fasilitatorluğundan bağlıdır. Yəni bunun səmərəli öyrənmə mühitinin sinfin effektiv idarə olunmasına aidiyyatı yoxdur. Təlim nəticələrinin dərsin əvvəlində elan olunmaqla. Ona görə 4-ü götürmürük. Dediyim kimi özlüyündə doğru variantdır. Amma səmərəli öyrənmə mühiti yox, o dərsin belə deyək, müəllimin fasilitatorluğundan bağlı olan bir yanaşmadır. Ona görə 4-ü götürmürük. Rəqabətə köklənən sinif fəaliyyət etmək, ümumiyyətlə rəqabət uzaq bir anlayışdır. Bizə rəqabətdən istifadə etmək olmaz. Cavabımız 4-5. B bəndi olmuş, o olur. Şagirdlərin dediklərinə davamlı şəkildə müsbət reaksiya vermək, bəli, onlara motiv edici rəy vermək, korreksiya edici rəy vermək onları doğru istiqamətə yönəldir. Doğrudur. Birgə öyrənməni formalaşdırıram, bəli, özünü qiymətləndirmək, yoldaş qiymətləndirməsi də burada rol almış olur. Konstruktiv rəydə həmçinin gözləntini düzgün müəyyən eləmək lazımdır. Həmçinin proseduru da, qaydanı da bunlar da doğrudur. Sinif qaydalarını, prosedurları müəyyən etmək, bəli, bunlar da hamısı sinfin effektiv idarə olunmasında önəmli faktordur. Deməli cavabımız oldu 4-5 B bəndi. Sonra 4-cü suala baxırıq. 4-də deyir ki, katetləri 6 və 8 olan düzbucaqlı üçbucağın hipotenuzunu tapın. Baxın, görürsünüz, bayaqki sualda deyirdi ki, düsturun köməyi ilə tapın, teoremin köməyi ilə tapın. O zaman A bəndi anlamaq, məntiqi təfəkkür olardı. Amma burada heç nə verməyib, nə düsturu verib, nə qaydanı verib. Sadəcə deyir, get bu düzbucaqlı üçbucağı tap, hesabla. Sən tətbiq etmək, məntiqi təfəkkür, prosedural biliyi icra eləməlisən. Düstur qayda yoxdursa, cavabım B bəndidir. Düstur qayda, teorem varsa, cavabım A bəndi olardı. Deməli, burada cavabım B bəndi oldu. Bu sual bir cür formatda düşmüşdü. Teoremə, qaydaya əsasən düşmüşdü. Sadəcə özüm bu formatda da sizə təqdim edirəm ki, görəsiniz ki, yəni necə olsa tətbiq etmə olardı. Deməli, 4 B bəndi oldu. 5-ci suala baxırıq. 5-ci sualda deyir ki, diaqnostik qiymətləndirmə ilə bağlı yanlış fikirləri müəyyən edin. Gəlin baxaq. Deyir ki, diaqnostik qiymətləndirmə üçün nəzərdə tutulmuş tapşırıqlardan bölmənin sonunda da istifadə etmək olar. Bu halda şagirdlər özlərinin öyrənməsini izləyə bilir. Bəli, özlərinin öyrənməsini izləyirsə, özlərinə diaqnoz qoya bilir. Mən demişəm, izləmə sözünü görəndə inkişaf, izləmə, 3 dənə i-ni, istiqamət, inkişaf, izləmə görəndə formativ axtarın. Amma burada özlərinin öyrənməsini izləyirlər. Tapşırıqlı bölmənin sonunda da istifadə olunur və uşaqlar artıq bir növ bölmənin sonunda ingilis dil fənlərində əsasən quizlər şəklində olur. Sən hər bölmənin sonunda onu yoxluyursansa diaqnoz qoyursan. Aralıq mərhələdə aparılır. Doğrudur, öyrənməni izləyir. Amma istiqamət versəydi, onun inkişafını izləsəydi formativ olardı. Bir diaqnostik aiddir, bizdən yanlış istəyir. Şagird məktəbini və sinfini dəyişdikdə keçirilən qiymətləndirmədir. Bəli, həmçinin ilin əvvəlində keçirilir, hər yarım ilin əvvəlində də aparıla bilər, bir sinifdən başqa sinfə keçəndə aparıla bilər. Doğrudur. Nəticələri yarımillik qiymətləndirməyə təsir edir. Yarımillik qiymətləndirməyə əksinə təsir etmir. Yanlışımızın biri budur. Müəllimin planlaşma aparmasına kömək eləyir. Bəli, effektiv planlaşma aparır müəllim. Gündəlik plan formativdədir, illik plan summativdədir. Effektiv planlaşma diaqnostikdədir. Yaddan çıxartmayın bunu. Qiymətləndirmə zamanı müxtəlif üsullardan istifadə etmək olur. Bəli, doğrudur. Müxtəlif üsullar ümumiyyətlə formativdə də, summativdə də istifadə eləmək olur. Doğrudur. Diaqnostikdə hansı üsullardan olur? BİBÖ-dən, klasterdən, aksiyondan bunlardan istifadə eləmək olar. 6-da deyir, şagirdin təlim nailiyyətlərindəki irəliləyişlərin izlənməsini təmin edir. Görürsünüz, bu formativə aiddir. İzlənməni nə izləyir? İrəliləyişi izləyir. Ona görə bu formativdir. Bir yanlışımız 6-dır. Deməli 3, 6, 7-də deyir. Müəllim şagirdlərin təlim nailiyyətlərinin necə inkişaf etdirəcəyinə təsir edir. Baxın, necə inkişaf var, doğrudur. Amma necə inkişaf etdiyini göstərmir. Etdirəcəyinə təsir edir. Yəni hələ gələcəkdədir. Formativi gələcəkdə görən kimdir? Əlbəttə ki, diaqnostik. Hələ deyir, gələcəkdə inkişaf etdirəcəyinə təsir edir. Deməli, bu da diaqnostikdir. İnkişaf etdirəcəyinə təsir edir. Yəni, formativə təsir edən kimdir?
Diaqnostik 7-də aiddir. 8-ə deyir, şagird bölmə ərzində öyrəndiklərini ümləşdirən prosesdir. Şagirdin bölmə ərzində öyrəndiklərini ümləşdirirsə, bu summativdir. Summativ qiymətləndirmədir. Cavab oldu 3, 6, 8. Davam edirik. Müəllim şagirdlərin mövzu ilə bağlı nəyi bilib-bilmədiyini müəyyənləşdirirsə, diaqnoz qoyur deməkdir. Diaqnoz qoyursa da diaqnostikdir, 9 aiddir. Təhsil səviyyəsinin sonunda aparılan monitorinq tipli qiymətləndirmə bu yekun qiymətləndirmədir. Yanlışdır. Cavabım olur 3, 6, 8. C bəndi. 5 oldu C bəndi. Keçirik 6-cı suala. Sizə sinfin məktəb tədbirini təşkil etmək tapşırılmışdır. Siz büdcədən kənara çıxmamaq şərti ilə müxtəlif xərclər üçün vəsait ayırmalısınız. Yəni, hansı xərclər? Səhnənin bəzədilməsi, müxtəlif avadanlıqların hazırlanması və s. Yəni, bu bizə verilən tapşırıqdır. Yəni, ilk öncə tədbirin büdcəsini hesablamalı, daha sonra tədbiri həyata keçirmək üçün layihə hazırlamalısınız. Bu fəaliyyətə əsasən müəllim inteqrasiyanın hansı növünü reallaşdırır? Bizə verilən bu fikir elə göstərir ki, mən fən üstüyəm, qışqırır həmən bu sualımız bizə. Niyə qışqırır? Deyir ki, sonda layihə hazırlamalısan sən. Bütün bunların hamısını öz içinə yığan kimdir? Layihə. Layihə də tədris boyu aparılan bir strategiyadır, bir modeldir. Layihə əsaslı öyrənmədə biz nələri vurğulamışdıq? Demişdik ki, bir yarım ildə aparıla bilər, yəni bir fən dərs boyu aparılmır. Müəllim şagirdlərə görürsünüz, tədbiri təşkil eləmək tapşırılır. Büdcədən kənar çıxmamaq şərti ilə müxtəlif xərcləri, vəsaiti ayrımalar, vəsait yeri ayrılıbdır. Sən yəni büdcəni hesablamalısan, tədbiri həyata keçirtməlisən, onun üçün layihə hazırlaması. Bu, sənin həyatda tətbiq eləyəcəyin bir üsuldur və bu çox adam deyir ki, bu niyə fənlər arası olmur? Elə layihə özü deyir ki, mənim içimdə hər şey var. Fənlər arası da var, fən daxili də var, fən üstü var. Hamısı mənim içimdədir. Fənin üstü inteqrasiya götürməliyik ona görə. Çünki həyatda tətbiq olunursa, bu fən üstüdür. Layihənin içində hər şey var. Sən burada həm fənlər arası, həm fən üstü götürə bilməsən, həm fən daxili, həm fən üstü götürə bilməsən. Fən üstü elə deyil ki, mənim içimdə, layihənin içərisində hər şeyi özümdə birləşdirmişəm. Ona görə bunun cavabı fən üstüdür. Hansı müəllim nəyə götürür? Öz işidir. Yəni, o yanlış variantdır. 100% bunun cavabı fən üstüdür. Layihələr hazırlamaq, həyatda tətbiq eləmək, dediyim kimi, bunların hamısı özündə birləşdirən fən üstü inteqrasiyadır. Cavabımız ona görə 6-da D bəndi olmuş olur. Yəni, bunun üçün bu riyaziyyatla bağlı olan bir anlayışdır. Burada deyə bilərsiniz ki, müəllim, səhnənin bəzədilməsi var. Niyə texnologiya fənni olmur? Burada vurğulanmır ki, hansı fəndir, riyaziyyat fənnində bunlar. Görürsünüz, fənnin adı heç vurğulanmayıbdır. Onlar da bilirlər işlərini. Əgər burada desəydik ki, riyaziyyat fənnində bunu tapşırıq və yaxud da texnologiya dərsində bunu tapşırıq. Bizə demir hansı fəndədir. Ümumiyyətlə fikirdir. Bildirir ki, ged özün tap. Layihə də istənilən fənnin layihəsi olur. Layihə də fən üstüdür. Siz özünüzü risk atmamaq üçün hər hansı bir fənlər arası götürməməlisiniz. Onlar bilir ki, siz çaşa bilərsiniz. Burada hər hansı bir fənnin adını desəydi, mən onu fənlər arası götürərdim. Texnologiyanı versə riyaziyyatla əlaqələndirərdim, riyaziyyatı versə də texnologiyanı. Heç bir fənnin adını vermirsə, Allah yaxşı. Ona xoş, bizə dönəndən xoş. Qətiyyən götürmürük, ona görə yalnız fən üstü götürürük. 6 oldu D bəndi, yalnız fən üstü. 7-yə baxırıq. 7-də bizdən nə istəyir? Bir dəqiqə. Şagirdin dərsə maraq göstərmədiyini müşahidə edən müəllim bu problemi həll etmək üçün hansı addımı atmalıdır? Baxaq, şagirdi tənqid edərək cəzalandırmaq bu çox absurd fikirdir, avtoritar müəllimə aiddir. Bir olan variantı çıxıram. Şagirdə düşünmə vaxtını vermək lazımdır, gözləmə vaxtı verməli. Bu deyir, verməmək olmaz. 2-ni də çıxıram. Dərsdən əvvəl səbəbi araşdırmaq. Dərsdən əvvəl səbəbi araşdırmaq deyir. Səbəbin şagirdin dərsə maraq göstərmədiyini müşahidə edən müəllim bu problemi həll etmək üçün hansı addımı atmalıdır? Dərsə maraq göstərmirsə, deməli dərs ərzində olan bir problemdir bu. Dərsdən əvvəl səbəbi sən necə araşdıra bilərsən? Dərs prosesində gedən bir şeyin səbəbini sən dərsdən əvvəl necə araşdıra bilərsən? Ona görə 3 yanlışdır. Şagird onun potensialına uyğun tapşırıqla təmin etmək. Bəli, potensialına uyğun nə deməkdir? Yəni şagird yönümlülük prinsipini mən burada qoruyuram. Şagird yönümlülük deyəndə nəyə başa düşürük? Yəni şagirdin potensialını, mənafeyini burada vurğuluyur. Yəni şagirdin maraq tələbatı burada vurğulanmış olur.
Əgər hardasa hər hansı bir iş üsullarından istifadə varsa, layihə əsaslı öyrənmə varsa, dialoq qurur, müzakirə aparır, rol oyundan istifadə edir, araşdırma eləyir, şagirdin mənafeyini müdafiə edir, potensialını güdürsə, o şagird yönümlüdür. Yəni burada da deyir, şagirdin dərsə maraq göstərmədiyini müşahidə edirsə, deməli biz şagird yönümlülüklə bağlı bir fikir axtarmalıyıq. Deməli 4 doğrudur. Şagirdin onun potensialına uyğun tapşırıqla təmin etmək lazımdır ki, ona maraqlı gəlsin. 4 doğrudur. Şagirdlərlə birlikdə qayda tərtib etmək. Bunun nə xeyri var şagirdin maraq tələbatına? Qayda tərtib etməyən şagirdin özünə xeyri ola bilər. Yəni dərsə xeyri olası deyil. Çünki öz xeyrini güdən qayda tərtib eləyər o. 4 yanlışdır. Şagirdlərlə 5 yanlışdır. 4 doğrudur. 6-da deyir. Şagirdlərin təhsil tələbatını ödəmək. Bəli, maraq tələbatını ödəmək şagirdlərin mənafeyini müdafiə eləmək lazımdır. 6 doğrudur. Dərs zamanı şagirdlərin İKT-dən istifadə etməsini təmin etmək. Görürsünüz, İKT-dən istifadə nə deməkdir? Onların maraqlarını cəlb eləyən bir üsuldur. Nədir? Yəni informasiya kommunikasiya texnologiyalarından istifadə edirəm, müzakirə edirik, dialoq aparırıq, rol oyundan istifadə edirəm, araşdırma aparıram, tapşırıqlar verirəm, maraqlarına uyğun, Sokrat dialoqundan istifadə edirəm, simulyasiyadan istifadə edirəm, ev tapşırığı verirəm. Bunlar hamısı şagird yönümlüdədir. 7 doğrudur. Buzqıran strategiyasından istifadə etməmək deyir. Amma istifadə etmək olsa daha gözəl olardı ki, maraqlarını tapa bilərdik. Həmçinin anket sorğu keçirtmək də burayda ola bilər. Düzdür, variantlarda yoxdur bu. Dediyim kimi, bu sırf qəbula düşən deyil. Yəni, sırf qəbula bu formatda düşür suallar. Sadəcə mən biraz daha da geniş şəkildə hazırlayıb sizə təqdim edirəm ki, həmən mövzunu daha gözəl qavramış olar. Yəni, anket sorğu keçirtmək də gözəl olar. Maraq tələbatını üzə çıxartmış olarsan. Qolma nəzəriyyəsinə nə deyir? Empatiya qurmaq. Uşaqların nəyə marağı var, özümüzü onun yerinə qoyub münasibətlərin idarə olunmasına zəmin yaratmalıyıq. 7 doğru oldu, 8-də etmək olsa olardı. Dərsin məqsədini qeyd etmək olsa olardı. Bu deyir etməmək. Dərsin məqsədini qeyd eləməli ki, uşağın da maraq, belə deyək, dərsin ümumiyyətlə məqsədini qeyd etmək maraqla əlaqəsi yoxdur. Sadəcə dərsin məqsədini ümumiyyətlə həmişə müəllim qeyd eləməlidir ki, marağı da ona uyğun cəlb eləyə bilsin. Motivasiyanı ona uyğun qura bilsin. 9 yanlışdır. Müxtəlif təfəkkür növünə yönəlik tapşırıqlar vermək. Çünki sinifdə məntiqi təfəkkürdə olan uşaq da var, yaradıcı da, tənqidi də. Budur gözəl addımdır. Ümumiyyətlə iş üsullarından istifadə, iş formalarından istifadə, şagirdin mənafeyini müdafiə, şagirdin potensialı, maraq tələbatı görəndə bilin ki, bu şagird yönümlüdür. Cavabımız da olur 4, 6, 7, 10. Yəni C bəndi. 8-ə baxırıq. Nə istəyir bizdən? Şagird sinif otağındakı dibçəyin üzərini örtmək üçün nə qədər rəngli kağız işlənəcəyini müəyyənləşdirir. Görürsünüz, burada düstur, teorem, qayda yoxdur. Sadəcə işin icrası var. İşin icrası olanda nə olur? Prosedural bilik tətbiq etmək. O da kimi çağırır? Məntiqi təfəkkürü çağırır. Görürsünüz, sadəcə işin icrasıdır. Amma düsturun, teoremin, qaydanın köməyi ilə olsaydı, onda A bəndi olmuş olardı. 8 olur C bəndi. 9-a baxıram. Sizə təqdim edilən siyahıya əsasən bir neçə rayona səfərə getməlisiniz. Ümumi məsafəni bu məsafə üçün lazım olan yanacaq sərfiyyatını və effektiv marşrutu müəyyənləşdirin. Bu situasiya Bloom'un idrak taksonomiyasının hansı mərhələsinə uyğundur? Əlbəttə ki, dəyərləndirmək. Niyə? Çünki eləcə desəydik ki, marşrutu müəyyən edin, yanacaq sərfiyyatını müəyyən edin. Bu onlarda tətbiq etmək. Və yaxud da analiz olsaydı, burada heç nəyə analiz eləməyib. Təhlildə demişəm, tərəzinin bir gözü yuxarı qalxır, bir aşağı düşür. Və harada ən daha vacib kimi sözlər görəndə təhlili götürün. Fərqli müstəvilərdə müqayisə olsa təhlili götürün. Eyni müstəvidə müqayisə olsa anlamağı götürün. Hər hansı bir təklif irəli sürsə yaratmağı götürün. Bu, sadəcə işi icra eləmək olsa tətbiqi götürün. Bu dəyərləndirir. Niyə? Effektiv marşrutu müəyyənləşdirir deyil. Eləcə marşrutu müəyyən eləmiş olsa tətbiq etmək olardı. Amma bu effektiv marşrutu müəyyənləşdirirsə dəyərləndirib deməkdir. Artıq təhlildən də keçibdir. Çünki sizə təqdim olunan siyahıya əsasən bir neçə rayona səfərə getməlisiniz. Bunu anladıq. Ümumi məsafəni bu məsafə üçün lazım olan yanacaq sərfiyyatını, deməli, həm məsafəni tutmalısan, həm məsafə üçün lazım olan yanacaq sərfiyyatını, həm marşrutu, həm onun effektiv, yəni effektiv marşrut nədir? Ən yaxşı yolu tapmaq. Düzdür, təhlil ola bilər. Eləcə effektiv marşrutu müəyyən eləsə desəydi, təhlil olardı. Amma qabaqda görün nə qədər fikir var. Mən bu fikirləri
sözləri analiz eləməliyəm, mən bunları təhlil eləməliyəm. Mən təhlildən əlavə, mən onların üzərinə əsassız yanaşmanı çıxardıb meyarı mövqeyini müəyyən eləməliyəm ki, dəyərləndirə biləm. Eləcə təhlil ola bilməz. Effektiv sözü ümumiyyətlə dəyərləndirmədədir. Yaddan çıxartmayın bunu. Effektiv bir yol tapıramsa, işimi asanlaşdırmışam deməkdir. Çünki dəyərləndirmə münasibət bildirməyini istəyir, fikrini əsaslandırmağını istəyir, fikirlərini əsaslandırmaq üçün arqument gətirməyini istəyir, mövqe bildirməyini istəyir. Yəni, sən bunun təsirini necə görürsən? Yəni, bizdən necəliyini istəyirəm. Bu marşrutu, effektiv marşrutu müəyyənləşdirmənin necəliyini istəyir ki, necə bunu müəyyən eləyərsən? Məntiqiliyi yoxlayıram da bir növ. Burada da nəyinsə gedişinə olan təsiri müəyyənləşdirirəm. Orada da effektiv marşrutu müəyyənləşdirirəmsə, dəyərləndirirəm deməkdir. Çünki dəyərləndirmədə adı üstündə qiymətləndirirəm, tənqidi təfəkkürə əsaslanan bir yanaşmadır. Burada təhlil ola bilməz. Təhlil ümumiyyətlə olanda daha geniş, belə deyim, analizi olur orada. Oxşar fərqli cəhətləri geniş şəkildə müəyyən eləmək ola bilər, nə bilim, səciyyəvi cəhətlərini üzə çıxartmaq olsa təhlil etmək olar, analiz olsa təhlil olar. Sadəcə bir cümlə olsaydı ki, effektiv marşrutu müəyyənləşdirin, o təhlil olardı. Amma cümlənin əvvəlinə görə nə qədər yanaşma var? Nə qədər bizə yol göstərir, yanacaq sərfiyyatı, bura get, ora get, dəyərləndirməkdir. Biraz ağır samballı cümlə olanda dəyərləndirmək olur. Yaddan çıxartmayın bunu. 9-10-a görə C bəndi olmuş oldu. Təhlil ola bilməz. Qəbulda C götürülübdür. Və nəhayət 10-cu sual. 10-cu sualda deyir ki, şagirdlər sinfə tətbiq olunan prosedurlara əməl etmirlərsə, bunun səbəbi aşağıdakılardan hansı ola bilər? Mən sizə indi bir dənə açar söz deyəcəm, onu mütləq qeyd edin. Qəbulda 100% bunlar sizin qarşınıza çıxacaq. Onlar nədir? Şagirdlər sinfə tətbiq olunan prosedura əməl etmirlərsə, deməli nə olubdur? Deməli, prosedur möhkəmlənməyib. Baxın, mirvari sözündən yadda saxlayın. M-I-R-V. Bu başlıq hərflər özünüzdə qeyd edin, yaddan çıxmasın. Deməli, prosedur möhkəmlənməyib, məşq edilməyib, prosedur mahiyyəti öyrədilməyibdir. Deməli, 3 dənə oldu. Nə oldu? Prosedur möhkəmlənməyib, məşq edilməyib, mahiyyəti öyrədilməyib. Sonra i gəldi. Müəllim prosedurun tətbiqində israrlı olmayıbdır. Bir də prosesin nədən ibarət olduğunu şagirdə çatdırmayıb. Deməli, israrlı olmaq ibarət. Prosedurun nədən ibarət olduğunu şagirdə öyrətməyib. Bir də müəllim prosedurun tətbiqində israrlı olmayıb. Deməli, nələr oldu? Möhkəmləndirməyib, məşq etməyib, məşq etməyibdir, mahiyyətini şagirdə çatdırmayıb. 3 dənə sonra israrlı olmaq, ibarət olmaq, iləri dedik, gəldi R. Şagirdlərə prosedurlara necə riayət lazım olduğunu öyrətməyibdir. R-nı da dedik, qaldı V hərfi. V da nədir? Müəllim sinfi prosedurlarla idarə etməyə vaxt sərf etməyibdir. Vaxt sərf etməkdir. Mirvari sözünün ilk 4 hərfindən yadda saxlayın. Çünki çox önəmli qaydadır bu. Bunu bilsəniz, testləri həmişə rahat şəkildə eləyə bilərsiniz. Mahiyyət, məşq, möhkəmləndirmə, israrlı, ibarət, riayət etmək, bir də vaxt sərf etmək. Deməli, bu sözləri yaddan çıxartmayın, özünüzdə qeyd edin və indi gəlin açar sözləri buradan tapaq. Deyir ki, müəllim prosedurun mərhələlərini şagirdlərə yetərincə məşq etməyib. Deməli, məşq etməyib, bu doğrudur. Məşqin buradan vurğuluyuruq. Müəllim proseduru tərtib edərkən biliyin növlərini nəzərə alır. Biliyin növünü neyinirik biz? 2-ni çıxırıq. Müəllim prosedurun mahiyyətini öyrətməyib. Gördünüz, M-nın biri də gəldi. Məşq etmək, mahiyyət, bir də möhkəmləndirməkdir dedik. M-lar da bunlardır. 1-3-ü götürürük. Valideyn iclaslarında prosedurlar müzakirə olunmuyub. Valideyn iclasında prosedur müzakirə olunmur ümumiyyətlə. Müəllim, şagird, valideyn münasibəti müzakirə olunur. 4-ü çıxırıq. Prosedur məktəb qaydalarına əsasən tərtib olunmuyub. Bu yanlışdır. Çünki məktəb qaydaları deyildə hər sinfin özünün öz qaydası var. Məktəb qaydasına əsasən olmur. 5-i də çıxırıq, sinfin özünün qaydası olur, məktəbin yox. Məktəbin öz qaydası, yəni çöldədir. Biz sinfin içindən danışırıq. 6-da nə deyir? Prosedur şagirdlərə öyrədilən zaman qiymətləndirmə strategiyalarından istifadə olunur. Qiymətləndirmə strategiyalarında görün, bayaq mirvaridə dediyimdə qiymətləndirmə var idi? Yox. Yalnız dediyim o mirvari sözündəki mahiyyət, məşq, möhkəmləndirmə, israrlı, ibarət, riayət, vaxt sözlərini axtarmalısınız.
Bu da getdi. 7-də deyir, şagirdlərdə dil problemi var. Dil probleminin olub-olmamasının bu sinifdə tətbiq olunan prosedura aidiyyəti yoxdur. Müəllim prosedurun tətbiqində israrlı olmayıb. Görürsünüz, israrlı olmaq. Gəldi, 8-i götürürük. 9-da deyir, müəllim proseduru idarə etmək, vaxt sərf etmək. V da gəldi, vaxt sərf etməyib. Deməli, 1, 3, 8, 9-dur cavabımız Y bəndi. 10-da deyir, sinifdə çətin idarə olunan şagirdlər var. Bunun sinifdə tətbiq olunan prosedurlara aidiyyəti yoxdur. Deməli, nələr oldu cavabımız? 1, 3, 8, 9. Nələr olmalıdır deməli? Əgər prosedura əməl olunmursa, prosedur möhkəmləndirilməyib, məşq edilməyib, mahiyyəti öyrədilməyib, israrlı olunmayıb, prosedurun nədən ibarət olunduğu uşağa öyrədilməyib, şagirdlərə prosedurlara necə riayət etmək lazım olduğu öyrədilməyib və vaxt sərf olunmayıbdır. Bu qədər uğurlar xeyrini görəsiz. Salam əziz MİQV sertifikasiya hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə 21 iyun tarixində sertifikasiya imtahanına düşən kurikulum suallarını izah edəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videoları bəyənib şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər və onlayn kurikulum, həmçinin onlayn müsahibə mərhələsinə hazırlaşmaq istəyənlər, sertifikasiya imtahanından keçən müəllimlər, onlayn müsahibə mərhələsinə də hazırlaşmaq istəyən müəllimlərimiz 055 468 8924 nömrəli WhatsApp nömrəmə yaza bilərlər. İndi keçək suallara. Birinci sualda deyir, sinifə yeni müəllim gəlir və sinifdə şifahi və yazılı sorğu keçirir. Müəllimin məqsədi haqqında deyilənlərdən hansı doğrudur? Müəllim uşaqların şəxsiyyət tiplərini öyrənməyə çalışır. Bəli, doğrudur. Introvert, ekstravert, ambivert olduqlarını öyrənməyə çalışır. Jung nəzəriyyəsinə əsasən. Bir doğrudur. Əvvəlcədən mükafatlandırılacaqlarını bildirmək. Yəni, nəyə əsasən mükafatlandırılacaqlar? Ona bu doğru yanaşma deyil. Yəni, səbəb olmalıdır. Behaviorizm nəzəriyyəsində vurğulanır. Cəzalandırma, mükafatlandırma. Sadəcə, yəni, bu situasiya ilə əlaqəsi yoxdur. Yəni, niyə mükafatlandırılır? Uşaqları tanımağa çalışmaq, bəli, həmçinin uşaqların bir-birlərini də tanımasına şərait yaratmaq, hələ ki, özünü tanıyasan, empatiya qurmağa çalışasan, münasibətlərin idarə olunması Goleman nəzəriyyəsinə əsasən ünsiyyəti formalaşdırır, bu da doğru yanaşmadır. Cavabımız 1-3-dür, B bəndi. Şagirdin ailəsi haqqında məlumat əldə etmək, yəni uşağın özü, şagirdin özü haqqında məlumat əldə edilir, ailəsi haqqında yox. Burada şagirdin özü haqqında olsaydı, olardı. Sosial aksiyalar keçirmək bu ümumi Goleman nəzəriyyəsinə münasibətlərin idarə olunması üçün lazımdır. SEO üçün lazımdır, sosial emosional öyrənmək üçün lazımdır. Sadəcə bu situasiya ilə əlaqəsi yoxdur. Düzdür, ünsiyyət üçün lazımlı bir addımdır. Sadəcə bu sinifdə şifahi yazılı sorğu keçirmənin məqsədi bu hesab oluna bilməz. Ona görə cavabımız 1-3 B bəndidir. Yəni 5-ci dediyimiz də ünsiyyətlə bağlıdır, bu situasiya ilə bağlı deyil. İkinciyə baxırıq. Şagird çətin tapşırıq görən kimi yaza bilməyəcəyini düşünərək geri çəkilir. Deməli, bu Karl Dweck nəzəriyyəsinə görə qapalı düşüncə tərzindədir. Müəllim hansı addımı atmaqla bu problemi aradan qaldırmalıdır? Baxaq. Şagirdlərin sizin köməyinizlə əvvəlki mövzunu tətbiq etməsinə şərait yaratmaq. Bu birbaşa təlimlə bağlıdır Rosenstein'ın. Şagirdlər bizim köməyimizlə yeni mövzunu tətbiq etməsinə şərait yaratmalıyıq. Əvvəlki mövzunun yox. Tədrisə daha öncə öyrənilənlərin qısa təkrarı ilə başlamaq lazımdır. Amma burada deyir, qısa təkrarı ilə başlamağa ehtiyac yoxdur. Bu doğru yanaşma deyil. Çünki Rosenstein vurğulayır ki, qısa təkrarla başlamaqla şagirdlərin əvvəl öyrəndiklərini bir növ beyinlərində əks elətdirmiş oluruq və dərindən öyrənmə də formalaşmış olur. Bu birbaşa təlim modelində vurğulanır. Rosenstein'ın ümumiyyətlə təlim prinsiplərində bu birbaşa təlim modelində 6 dənə komponent var. Birinci nədir? Tədrisə daha öncə öyrənilənlərin qısa təkrarı ilə başlayın deyir. İkinci komponentdə deyir ki, yeni materialı kiçik hissələrə təqdim edin və hər hissədən sonra şagird fəaliyyətinə yer ayırın. Üçüncü komponentdə deyir ki, modellər və işlənmiş nümunələr təqdim edin. Bu şagirdlərə problemləri daha tez və daha yaxşı həll etməyə kömək edəcəkdir.
edir. 4-cü komponentdə deyir, anlamanı yoxlayın. 5-cidə deyir, şagirdlərin sizin köməyinizlə yeni mövzunu tətbiq etməsinə şərait yaradın. 6-cıda isə deyir ki, çətin tapşırıqlar üçün müvəqqəti dəstək verin. Fikir verin, burada bu Rosenstein'in adı vurğulanmır. Sadəcə situasiyanı veribdir. Biz ona əsasən onun adına istinad elədik. Deməli, A-da yeni mövzu olmalıydı əvvəlki sözünün yerinə. B-də ehtiyac duymamaq yox, elə qısa təkrarla başlamaq lazımdır. Xatırlamanı yoxlayın deyir. Xeyr, anlamanı yoxlamaq lazımdır. Xatırlamanı yox. Asan tapşırıqlar üçün müvəqqəti dəstək vermək, çətin tapşırıqlar üçün müvəqqəti dəstək verə bilərik. Həmçinin Vygotsky nəzəriyyəsinə də uyğundur bu. Çətin tapşırığı hissələrə ayıraraq şagirdə istiqamət vermək Vygotsky nəzəriyyəsində də var. Bəli, şagirdlərə istiqamət veririk. Çətin tapşırıqları az-az hissələrə bölərək öyrətmək onlar üçün daha effektivdir. 2-7. 3-ə baxırıq. 3-də deyir, şagird özü qərar verməkdə çətinlik çəkir. Müəllimin hansı addım atması effektiv hesab edilir. Şagirddə münasibətlərin idarə edilməsi bacarığını formalaşdırır. Hələ bu özü qərar verə bilmirsə, necə münasibətləri idarə edə bilər? Hələ burada şagirddə özünü idarə bacarığı formalaşdırmaq desə daha yaxşı olardı. Özünü idarə olsun ki, sonra münasibətləri idarə eləsin. 1. Yanlışdır. Müəyyən konseptlə bağlı nəticəyə gəlməsi üçün ona ehtiyac olduğu qədər vaxt vermək. Xeyr, yəni müəyyən vaxt, müəyyən düşünmə vaxtı vermək, gözləmə vaxtı vermək lazımdır. Ehtiyac olduğu qədər yox, bəlkə onun ehtiyacı çoxdur. Olmaz. Digər şagirdlərlə ünsiyyətə cəlb etmək. Gözəl addımda sadəcə çıxış yolu deyil. Çünki bunun problemi ünsiyyətdə deyil, özü qərar verməkdədir problemi. Ünsiyyətlə bağlı problem olsa, digər şagirdlərlə ünsiyyətə cəlb edərdik. 3-də çıxırıq. Şagirdlərin özlərinin öyrənməsinə nail olmaq. Bəli, özü qərar verməkdə çətinlik çəkirsə, müəllim uşaqların özlərinin öyrənməsinə nail olmaq, metakognitiv bacarığı inkişaf etdirməlidir. 4 doğrudur. Şagirdin səhvlərinə düzgün cavab vermək bu doğru addım deyil. Çünki Vygotsky nəzəriyyəsində nə deyirdi? Müəllim fasilitator kimi çıxış eləməlidir. Şagirdin səhvlərinə düzgün istiqamət verməlidir. Düzgün yönətməlidir. Düzgün istiqamət verməlidir ki, o da onu getsin, axtarıb tapsın. 5 yanlışdır. 6 yanlış, yox 5 yanlışdır. 6-da deyir, şagirdlərə düzgün şərait yaratmaq. Bəli, düzgün mühit yaratsam, düzgün dəstəkləyici mühit yaratsam, İstədiyimiz nəticəni əldə edərik. Şagirdə stimul vermək, bəli, fəaliyyətin stimullaşdırılmasıdır, motiv eləməkdir, stimul verməkdir, effektiv rəy vermək, konstruktiv rəy vermək onu inkişafa doğru aparar. 4, 6, 7 doğrudur hələ ki, davam eləyək. 8-də deyir, qərarlarını ifadə etməsinə istiqamət verməyə ehtiyac duymamaq. Xeyr, əksinə, qərarlarını ifadə etməsinə istiqamət vermək lazımdır ki, bu problemdə özü qərar verməkdə çətinlik çəkmə problemini aradan qaldıraq. 8 yanlışdır, cavabımız 4, 6, 7, Y bəndi. 4-cü sualda müəllim tərəfindən lövhədə və ya iş vərəqlərində dairə çəkilir və şagirdlərə onun mərkəzində yazılmış anlayış ilə bağlı söz və ya ifadələr söyləmək tapşırılır. Biz demişdik ki, dairələr çəkilir orta hissədə, orta dairədə əgər bir fikir yazılıb, kənar dairələrdə sual şərəsi qoyulursa, bu klassikdir. Yox, əksinə, kənar dairələrdə fikir yazılıb, orta dairədə sual qoyulursa, bu anlayışın çıxarılmasıdır. İndi burada klasterdən danışır, çünki deduksiya xarakteri daşıyır və diaqnostik qiymətləndirmədə aparılır. Orta hissəyə hər hansı bir fikri bildiririk, məsələn, yazırıq Azərbaycan. Azərbaycanla bağlı fikirləri qıraq dairələrdə, sual şərəsi qoyulan yerlərdə yazırıq ki, yəni nələrdir? Və diaqnostik qiymətləndirmədə klaster üsulundan yanaşı BİBÖ-dən də istifadə olunur. Ona görə cavabımız Y bəndidir. 5-ə baxırıq. Şagird təlim prosesində özünə qarşı inamsızlıq nümayiş etdirir. Müəllim bu halı düzəltmək üçün hansı addım atmalıdır? Tez-tez valideyn icrası keçirtmək bu yaxşı yanaşma deyil. Ümumiyyətlə, heç bir vəziyyət üçün bu düzgün yanaşma deyil, çünki problem daha da böyüyər. Şagirdlərin güclü cəhətlərini vurğulamalıdır, gözəl addımdır, çünki özünə qarşı özgüvəni artmış olar. Özünə qarşı olan inamsızlığının öhdəsindən gələr. 2 doğrudur. Şagirdlərin zəif tərəflərini vurğulamaq bu emosiyalara yönəlir rəydir, destruktiv rəydir. Deməli, 2 oldu konstruktiv rəy, 3 oldu destruktiv rəy. Yəni, zəif tərəfi vurğulasaq, daha da demotiv eləyərik. 3 olmaz. Şagirdlərə yoldaşlarının biliklərini refleksiya etmələrinə şərait yaratmaq. Bu zaman bərabər imkanların yaradılması pozulur. Yoldaş qiymətləndirməsi eləyə bilərik. Amma refleksiya biz demişik ki, şagirdlər öz biliklərini eləməlidir. Ona görə 4 yanlışdır, amma 5 doğrudur. Çünki 5-də nə vurğuluyur? Şagirdlərə öz biliklərini refleksiya etmələrinə şərait yaratmaq lazımdır ki, özünü dərk formalaşsın.
5 doğrudur. 6-da deyir məxfiliyi qorumalıdır. Aidiyyatı yoxdur. Məxfiliyi konfidensiallığı qorumaqdır. Bu situasiya ilə bağlı deyil. Şagird problemlərinin ümumi müzakirəsini təşkil etməlidir. O zaman konfidensiallıq pozulmuş olur. Bu vəziyyətlə aidiyyatı yoxdur. Çünki bizə inamsızlıqla bağlı, özünə qarşı inamsızlığı aradan qaldırmaqla bağlı fikir irəli sürməliyik. 8-də deyir, şagirdlərdə özünün inamı artırmalı. Şagirdlərdə özünün inamı artırmalıdır. Bəli, özünə inam, özgüvən artsa, istədiyi nəticəni də əldə edə bilər. Cavabımız 2, 5, 8-dir, C bəndi. 6-cı sual. Müəllim şagirdlərə verdiyi tapşırıqların formatını dəyişir və şagirdlərdə bu halla bağlı problem yaranır. Həmçinin valideynlər də narazılıqlarını bildirirlər. Müəllim hansı addım atsaydı belə halla qarşılaşmayacaqdır? Yeni tapşırıq tiplərinin daha faydalı olacağını şagirdlərə bildirməlidir. Bəli, gözəl addımdır ki, uşaqlara əvvəlcədən desin. Bir doğrudur. Köhnə tapşırıq ilə yeni tapşırıq tipini əlaqələndirməli idi. Xeyr. Yəni o zaman mövzular eyni olmasa mən onu nə üçün əlaqələndirim? Yəni yersizdir, olmaz. Müəllim sonda valideynləri tapşırıqların dəyişdirilməsi ilə bağlı məlumatlandırmalıdır. Sonda yox, əvvəlcədən elə olunmalıdır. Dağdan atılan daş topuğa dəyər. Sonda olsa nə nəticə əldə eləyər? Olmaz. Müəllim əvvəlcədən valideynləri tapşırıqların dəyişdirilməsi ilə bağlı məlumatlandırmalıdır. 4 doğrudur. Müəllim şagirdlərə verdiyi tapşırıqların formatını dəyişməməli idi. Xeyr, müəllim şagirdlərə verdiyi tapşırıqların formatını dəyişməli idi. Bu yanlışdır. Cavabımız 1, 4. Davam eləyirik. 6-cıda deyir ki, müəllim şagirdlərə verdiyi tapşırıqların formatını direktora bildirəndən sonra dəyişməli idi. Xeyr, əvvəlcədən şagirdləri və valideynə deməlidir. Direktora yox. 6 getdi. Müəllim əvvəlcədən şagirdləri tapşırıqların dəyişdirilməsi ilə bağlı məlumatlandırmalı idi. Bəli, 7 doğrudur. Çünki incə dedim, valideynə və şagirdə məlumat verməlidir. Əvvəlki tapşırıq tiplərinin şagirdlər üçün daha faydalı olacağını valideynlərə bildirməlidir. Əksinə, yeni tapşırıq tiplərinin şagirdlər üçün daha faydalı olacağını valideynə bildirməlidir ki, onlar da razı qalsınlar. 8 yanlışdır. Yeni tip tapşırıqların şagirdlər üçün daha faydalı olacağını valideynlərə bildirmək, bəli, bu doğru yanaşmadır. Cavab 1, 4, 7, 9, D bəndi olur. 7-yə baxırıq. Şagirdlər şüarlarından, şirə çöplərindən və plastik şüarlarından, şirə çöplərindən, yəqin şarlarından olmalıdır. Burada şüar gedibdir. Şagirdlər şarlardan, şirə çöplərdən və plastik su şüşələrindən istifadə edərək tənəffüs prosesinin modelini hazırlayırlar. Burada şüar olmaz, şar olar. Deməli, şagirdlər şarlardan, şirə çöplərdən və plastik su şüşələrindən istifadə edərək tənəffüs prosesinin modelini hazırlayırlar. Beləliklə, havanın ağciyərlərə daxil olmasını və oradan xaric edilməsini nümayiş etdirirlər. Verilmiş tapşırıq əsasən inteqrasiyanın biliyin növünü və idraki sahənin mərhələlərini müəyyən edin. Fikir verin, biz demişdik ki, yeni qaydaya əsasən düsturdan istifadə, qaydadan istifadə, teoremdən istifadə edərək bir iş icra edirəmsə, bu anlamı olur. Amma yox, əgər qayda, düstur, teorem yoxdursa, əlimizdə hər hansı bir konkret bir şar var, şirə çöplər var, plastik su şüşələri var. Deməli, mən işi konkret hər hansı bir qayda yoxdur, üzərində iş icra edirəm. Ona görə bu olur prosedural bilik və tətbiq etmək mərhələsi olur. Həmçinin məntiqi təfəkkür olur. Tənqidilik bir məqam yoxdur. Və deyir ki, bunu daxil olmasını, oradan xaric edilməsini nümayiş etdirirlər. Burada havanın ağciyərlərə daxil olması artıq bu fənüstü inteqrasiya olur. Fənüstü inteqrasiya olur. Bunu fənlər arası da demək olar. Çünki biologiya ilə də əlaqələndirə bilərik. Amma variantda elə bir fikir yoxdur. Sadəcə deyir ki, tənəffüs prosesinin modelini hazırlayır. Model varsa burada layihə var. Yəni ona şagirdlər öz üst təxəyyüllərinə əsaslanaraq bir yeni bir şey yaradırlar. Fənüstü də, amma fənlər arası da var dediyim kimi. Biologiya ilə texnologiya fənnini əlaqələndirir. Amma variantlarda elə bir şey yoxdur. B bəndi fənlər arası prosedural var, amma anlamaq yox, tətbiq olmalıydı. Cavabımız ona görə 7-də Y bəndi. 8-ə baxırıq. Sizə təqdim edilən siyahıya əsasən bir neçə rayona səfərə getməlisiniz. Ümumi məsafəni, sərfiyyatını və marşrutu müəyyənləşdirin.
Bu sual bu 21 iyunun birinci hissəsində izah eləmişdim. Orada effektiv marşrut müəyyənləşdirin deyir. Effektiv bir marşrut müəyyənləşdiririksə, biz orada dəyərləndirib onu eləməliydik. Orada cavab yəni dəyərləndirmə götürülür. Qəbulda da dəyərləndirmə götürülür. Ancaq əgər yəni variantda amma tətbiq verməməlidirlər el olanda. Yəni yəqin testdə səhvlik gedibdi. Yəni heç vaxt ikisi də ola bilməz. Amma nəyə görə olmaz? İndi onu vurğuluram. Çünki burada qeyd olunur ki, sizə təqdim edilən siyahıya əsasən bir neçə rayona səfərə getməlisiniz. Ümumi məsafəni, sərfiyyatını və marşrutu müəyyən edin. Baxın, burada mən iş icra eləyə bilərəm, tətbiq eləyə bilərəm. Amma effektiv marşrut deyirsə, artıq sən onu dəyərləndirmiş olursan. Burada sadəcə məsafəni, sərfiyyatı, marşrutu hesablamalıyam. Bu tətbiq olur. Amma 9-cu suala baxın. 9-da deyir, sizə təqdim edilən siyahıya əsasən bir neçə rayona səfərə getməlisiniz. Ümumi məsafəni, bu məsafə üçün lazım olan yanacaq sərfiyyatını və ən effektiv marşrutu müəyyən edin. Daha effektiv marşrutu müəyyən edin. Vacib effektiv marşrut müəyyən edin desəydi, təhlil etmək olardı. Amma eləcə, dediyimiz kimi, eləcə effektiv marşrut olsa dəyərləndirmədi. Yox, sadə bir işin icrası olsa tətbiq etmədi. Amma ən daha vacib fikirləri olanda, hər hansı bir səciyyəvi cəhət üzrə çıxardığında təhlil olur. Ona görə 8A bəndidir, 9Y bəndidir. 8 tətbiq etmək, 9 təhlil etməkdir. Özüm bu iki versiyada da hazırladım ki, digər versiyanın dəyişik salmayasınız. 10-cu suala baxırıq. Əgər şagird anlamadığı hissəni müəllimdən soruşmağa çəkinirsə, prosesdə hansı çatışmazlıq var? Pedaqoji ünsiyyətdə səriştəli şərtlərindən ən vacib məsələlərdən olan humanizm. Pedaqoji ünsiyyətdə səriştəli şərtlərdən olan humanizm vacib məsələdir. Vacib məsələlərdən biridir. Amma bu yazıb vacib məsələ olan. Yəni bir dənə vacib məsələ humanizm deyir ki, həssaslıq da var. Məsələlərdən biri olan humanizm olsa olardı. Yəni ən vacib məsələ deyil, məsələlərdən biridir. Ona görə A yanlışdır. Bərabər hüquqluğun yaradılmasının buna aidiyyatı yoxdur. Çünki şagird anlamadığı hissəni müəllimdən soruşmağa çəkinir deyil. Burada bərabər hüquqluluq bir məqam yoxdur. Tənqidi təfəkkürlə də bağlı deyil. Sinif iclasları zamanı konfidensiallığın gözlənilməsinə də bağlı deyil. Burada müəllim-şagird əlaqələrində pozitiv münasibət olmalıdır ki, uşaq çəkinməsin, utanmasın, müəllim-şagird arasında subyekt münasibəti formalaşsın və şagird öz qaranlıq qaldığı çaşdığı hissələri müəllimdən soruşa bilsin. Ona görə D bəndidir. Bu qədər uğurlar. Salam əziz MİQV sertifikasiyaya hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə 22 iyun tarixində sertifikasiya imtahanına düşən kurikulum suallarını izah edəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videoları bəyənib şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər. Birinci sualda nə deyir? Birinci sualda deyir ki, təlim nəticəsi niyə şagirdlərə əvvəlcədən elan olunur? A-da deyir, dərsin əvvəlində şagirdin hansı bacarıqlara yiyələnəcəyini sonda aydınlaşdırmaq üçün. Burada əvvəlində sözünün yerinə sonunda, sonda sözün yerinə isə əvvəlində olmalı. Yəni, dərsin sonunda şagirdin hansı bacarıqlara yiyələnəcəyini əvvəlcədən aydınlaşdırmaq üçün olsa doğru olardı. Ona görə A yanlışdır. Şagirdlərin hansı təlim fəaliyyətini hansı ardıcıllıqla edəcəklərini önə çəkmək üçün, təlim fəaliyyətlərini etmək üçün yox, standartları, dərsin məqsədini həyata keçirmək üçün istifadə olunur. B də yanlışdır. Əldə ediləcək bilik bacarıqların ümumi şəkildə ifadə olunması yox, xüsusi şəkildə ifadə olunması olmalıydı. Çünki 1:45 dəqiqədə ümumi şəkildə ifadə olunmur. Summativdə ümumi şəkildə olur. Formativdə, yəni 1:45 dəqiqədə xüsusi şəkildə olur. Təlim nəticəsi 1:45 dəqiqəyə aiddir. Qanunların cəmiyyət həyatının tənzimlənməsinə təsirini öncədən öyrətmək üçün buna aidiyyatı yoxdur. Çünki qanun geniş anlayışlı, təlim nəticəsi bir akademik sadə əhatə edir. Y-də deyir, dərsin sonunda şagirdin hansı bacarıqlara yiyələnəcəyini əvvəlcədən aydınlaşdırmaq. Bəli, bu doğrudur. Sonda əldə edəcəyimiz nəticəni əvvəlcədən müəyyən eləmək, bu da nəticə yönümlülük prinsipinə əsaslanır. Y doğrudur. İkinci suala baxırıq. Sizə 3 nəfərlik
qonaqlıq xərci təqdim olunub. Sonradan isə qonaqların sayı 20-yə artırılıb və buna görə də menyu üçün əlavə xərclər yaradaraq yenidən xərc hazırlayın fikri idraki sahənin hansı mərhələsinə uyğundur? Fikir verin, bizə verilən fikrin üzərində iş icra olunmağını vurğulasaydı, mən bunu tətbiq götürərdim. Desəydik ki, sayı 20-yə artırılıb və bunu hesablayın, necə olar, neçə boşqab gedər, neçə ləvazimat gedər, bunu vurğulasaydı. Amma deyir ki, menyu üçün əlavə xərclər yaradaraq, baxın, əlavə xərclər yaradaraq sözü buradan vurğulur ki, mən yaratmağam. Əlavə xərclər yaradır və yenidən xərc hazırlayın deyir. Çünki hərənin əlavə xərclər yaradır. Menyu 20-yə yaxın deyir, sonradan isə qonaqların sayı 20-yə artırılıb və buna görə də menyu üçün əlavə xərclər yaradaraq xərc hazırlayın. Özümüz yaratmalıyıq onu, əlavə xərcləri əlavə eləyin desəydi tətbiq olardı, amma əlavə xərclər yaradaraq deyir. Hərə özü üst təxəyyülünə, öz zehninə əsaslanıb yaratmalıdır onu. Özünün baxış tərzi olmalıdır. Ona görə bu yaratmaqdır. Yaratmaq sözü olmasaydı mən bunu tətbiq götürərdim. Çünki əlavə xərcləri yaradırsa, olmayan bir şeydən yaradır. Deyirsiniz ki, müəllim, əvvəlcədə xərc var axı, ancaq bu deyir, eləcə xərcin üzərinə əlavə bir iş görmür. Əlavə xərclər yaradır. Yaratmaq sözü, yeni sözünü harada gördünüz? Unikal sözü, təxəyyül sözü, proqnoz sözünü harada görürüz? Bilin, yaratmaqdır. Cavab 2-də D bəndir. 3-ə baxırıq. Şagird həm dərs oxumur, həm də dərsə marağı yoxdur. Həmçinin daima dərsə hazırlıqsız gəlir. Bu məsələni araşdırmaq üçün müəllim əvvəlcə onun dostları ilə sorğu-sual eləyir, ardınca sinif rəhbəri və valideynləri ilə söhbət aparır. Burada müəllimin atdığı hansı addım daha səmərəlidir? Əlbəttə ki, müəllim həssas yanaşır ona. A bəndi doğrudur. Müəllimin şagirdə həssas yanaşaraq onunla maraqlanması. Emosional rəy vermir. Baxın, emosional rəy olsaydı, onda yanlış olardı. Amma həssas yanaşır, həssas rəy verməyə yönəlik bir qabiliyyəti olan müəllimdir. Şagirdə həssas yanaşırsa, bu doğru addımdır. Yəni, empatiya qurmağa çalışır. Yadda saxlayın ki, ümumiyyətlə, həssaslıqla verilən rəy, həssas rəy, bunlar müsbət fikirlərdir. Ancaq emosiyalara yönəlmiş rəy, emosional rəy, yəni emosional yanaşsaydı, şərt deyil ki, burada rəy fikri olsun. Sadəcə deyirəm ki, yadınızda qalsın. Həssas yanaşırsa, emosional fəaliyyətə yönəlik şəkildə yanaşırsa, emosional olaraq dəstək verirsə, bu doğrudur. Amma emosiyalara yönəlmiş rəy verirsə, emosional rəy verirsə, bu yanlışdır. Çünki onda onun şəxsinə olan tərif olmuş olur. Deməli, 3 A bəndi oldu. B-yə baxırıq. B-də bizdən nə istəyir? B-də deyir ki, müəllimin mədəni davranış nümayiş etdirməsi. Müəllim mədəni davranış nümayiş elətdirirsə, deməli o nəzakətlidir, xeyirxahdır, diqqətlidir, təmkinlidir, səmimidir, çalışqan, intizamlı, təşəbbüskardır. Həmçinin xarici görkəminə fikir verir, geyiminə fikir verir, hər zaman səliqəli davranır, xoşagəlməz zarafatlardan, vulqar sözlərdən istifadə eləmir, şagirdlərin fərqli yanaşmalarını qəbul etməyə çalışır, öz fikirlərini şagirdlərə aşılamağa çalışmır, yəni onlara mədəni davranır, iradları qəbul edir, tənqidi fikirləri qəbul edir, kobud ifadələr işlətmir. Amma burada görün mədəni davranışla bağlı, bu dediyimiz sözlərlə bağlı bir məqam var? Yoxdur. Ona görə bunu götürə bilmərik. Mədəni davranış deməli, nəzakətli olmaq demişəm, həmişə cümlədə adjektiv sifət görəndə bilin mədəni davranışdır. Nəzakətli necə, xeyirxah necə, diqqətli necə olmağı vurğulayır. Müəllimin ictimai etimad qazanmaq istəməsi. İctimai etimad görəndə kütləvi informasiya vasitələrini axtarın. Müəllim peşə nüfuzunu möhkəmləndirməyə əsaslanır. Belə fikirlər olmalıdır. Burada da elə bir məqam yoxdur. Müəllim bu addım atmaqla bütün müəllimlərə örnək nümunə göstərmək istəməsi bu yanlış haldır. Çünki elə bir məqam vurğulanmayıb burada. Başqa müəllimlər özünü göstərir, özünün örnək nümunə olunmasına şərait yaradır. Yox. Sadəcə şagirdə qarşı narahatdır, həssas yanaşır. Empatiya qurmağa çalışır. Müəllimin şagirdə həssas yanaşaraq emosiyalara yönəlik rəy verməsi. Baxın, bu yanlışdır. Emosiyalara yönəlik rəy olmaz. Həssas rəy ola bilər. Həssaslıqla verilmiş rəy ola bilər. Emosional olaraq dəstək ola bilər. Emosional fəaliyyətə yönəlik rəy ola bilər. Emosiyalara yönəlik rəy olmaz. Ona görə Y də yanlışdır. Cavabımız A bəndi.
Dördüncü suala baxırıq. Dördüncü sualda deyir ki, şagirdlər qazandıqları nailiyyətlərə sevinmirlər. Bu da onlarda özünü inam hissini azaldır. Deməli, qapalı düşüncə tərzində Karl Dweck nəzəriyyəsində necə deyirdi? Qapalı düşüncə tərzindədirlər, özlərini blokluyurlar. Müəllim hansı addım atsa şagird üçün effektiv olar. Baxaq. Şagirdlər özlərinin müsbət tərəflərini yazılı formada qeyd edirlər. Bu əslində gözəl bir addımdır. Sadəcə qazandıqları nailiyyətə sevinmirlərsə, mən bunun müsbət tərəflərini vur yazmasından necə əlaqələndirə bilərəm? Yəni burada özünə inam hissində problem var. Bu amma müsbət tərəfləndir. Şagirdlər qazandıqları nailiyyətlərə sevinmirlər. Bu da onlarda özünə inam hissini azaldır. Müəllim hansı addım atsa şagird üçün effektiv olar. Şagirdlər özlərinin müsbət tərəflərini yazılı formada qeyd edirlər. Burada yəni düzdür, müsbət tərəflər haqqında müzakirə getsə olur, amma yazılı formada qeyd olunmanın bunun nəticəsi hara gedə bilər? Yəni bu effektiv bir addım hesab olunmur. Amma müsbət tərəf, mənfi tərəflər haqqında danışıb, buzquran strategiyalarından istifadə eləsə, hə, doğru olardı. Amma yazılı forma burada biraz absurd bir yanaşmadır. Doğru deyil. Şagirdlərə ancaq çətin səviyyəli tapşırıqlar vermək lazımdır ki, çətin tapşırıqların öhdəsindən gəlməyə bacarsınlar. Ancaq sözü burada yanlışdır. Çünki sinifdə diferensiallığı qorumaq lazımdır. Hər səviyyədən olan uşaq var. Şagirdlərə orta səviyyəli sual verməklə onları çətinə doğru aparmaq müsbət haldır. Bəli, Vygotsky nəzəriyyəsində scaffolding mühiti yaratmaqla müəllim şagirdi çətindən, asandan çətinə doğru aparır, sadədən mürəkkəbə doğru aparır. Müəllim fasilitator kimi çıxış eləyir və onları orta səviyyədən yüksək səviyyəyə doğru aparmağa doğru gedir. Cavab C bəndi doğrudur. Şagirdlərə yalnız asan səviyyəli tapşırıqlar verməklə onları irəli aparmaq absurddur. Çünki yalnız sözü burada yanlışdır. Bütün uşaqlar eyni səviyyədə deyil ki, hamısını asan verək. Şagirdləri olduqları düşüncə tərzinə yönətmək. Olduqları düşüncə tərzi qapalıdır. Mən elə olduqları qapalı düşüncəyə yönətsəm daha da özlərinə qapanarlar. Ona görə yanlışdır. Açıq düşüncəyə desəydi olardı. 4 hissədir. 5-ə baxırıq. Şagird çalışma edərkən səhvləri çox olur və bunu müəllimə deməkdən çəkinir. Şagirdin belə düşünməsi nədən xəbər verir? Baxaq. Sinifdə bilik bacarığa əsaslanan öyrənmə mühitinin olmamasından çalışma edərkən səhvləri çox olur. Çalışma edirlər axı. Bilik bacarığa əsaslanan mühit var. Öyrənmə mühiti var çünki çalışma edirlər. Ona görə bu doğrudur. Bizdən yəni deyir, şagirdin belə düşünməsi nədən xəbər verir? Yəni bunu götürənməliyik. Təlim nəticələrinin düzgün formalaşdırılmamasından belə bir məqam vurğulanmayıb ki, təlim nəticələri düzgün formalaşdırılıb yoxsa yox. Yəni dərsin əvvəlində qoyulan standartları sonda biz həyata keçirirsə, hə, olar. İndi burada onun haqqında heç nə vurğulanmayıb deyənməliyik. Müəllim-şagird münasibətinin zəif olmasından, bəli, çünki şagirdlər müəllimə deməkdən qaçırlar, utanırlar. Deməli, aralarındakı bağ zəifdir, effektiv şəkildə münasibət qurulmayıb. Cavab C bəndi olur. Müəllim-valideyn münasibətinin effektiv olmamasından, burada müəllim-şagird münasibətindən gedir. Burada desəydim, müəllim-şagird münasibətinin effektiv olmamasından bunu doğru götürərdim. Müəllimin sinfi səmərəli idarə etmək bacarığının zəif olmasından. Burada sinfi idarə etməklə bağlı məqam yoxdur. Şagirdin emosional bağından söhbət gedir. Sinfi səmərəliliyindən yox. Müəllim emosional bağı idarə etmək bacarığı zəif olduğundan desə olardı. Emosional bağı idarə edə bilmir. Yəni emosional əlaqələri qura bilmir. Desəydi olardı. Ona görə 5C bəndi oldu. 6-ya baxırıq. Summativ qiymətləndirməyə aid deyil. Ümumiyyətlə, summativ qiymətləndirmə ilə bağlı qəbulda çox sual düşür. Çalışın ki, qiymətləndirməni dönə-dönə təkrar eləyəsiniz ki, imtahanda qarşınıza çıxanda çətinlik çəkməyəsiniz. A-da deyir, müəyyən olmuş vaxtda məktəb rəhbərliyi tərəfindən aparılır, doğrudur. Müəllimin müşahidəsinə əsaslanır. Ümumiyyətlə, müşahidə sözünü harada görürüz? Formativ qiymətləndirməni aparın. Çünki formal və qeyri-formal müşahidə olur, o da formativ qiymətləndirmədə yer alır. Cavab B bəndidir. C-də deyir, şagirdin yarımillik qiymətləndirməsinə təsir edir əlbəttə ki, nəticələri sinif jurnalında qeyd olunur, təlim nailiyyətinin qiymətləndirməsinə yönəlir, çünki rəsmi qiymətləndirmədir. Ona görə də bu variantların hamısı doğrudur. Təlim nailiyyətini qiymətləndirirsə, summativ də təlim fəaliyyətinə qiymətləndirirsə, bu formativdir. Amma formativ qeyri-rəsmi qiymətləndirmədir.
7-yə baxırıq, 6 oldu B bəndi, 7-yə baxırıq. Dərs zamanı işi şagird anidən iki şagird anidən mübahisə etməyə başlayırlar. Deməli, dərs zamanı iki şagird anidən mübahisə eləməyə başlayır. Mübahisə getdikcə böyüyərək konfliktə çevrilir. Müəllim baş verənlər qarşısında özünü itirərək nə edəcəyini bilmir və şagirdlərin hər ikisini cəzalandırır. Verilən situasiya ilə bağlı yanlış fikri müəyyən edin deyir. Baxaq. Müəllim bizdən yanlış fikir istəyir. Fikir verin, doğru fikri istəmir. Yanlışları seçməliyik. Deyir ki, müəllim mövcud situasiyada ən doğru addımı atır. Ən doğru addımı atmır axı. Biz onlarla söhbət eləməlidir, bir-birlə münasibətdən idarə olunmasına zəmin yaratmalıdır Qolman nəzəriyyəsinə görə. Bir yanlışdır. Müəllim problemin qarşısını necə almağın lazım olduğunu bilmir. Bəli, bu doğrudur. Çünki təşvişə düşüb özdə. Müəllim baş verənlərə ani reaksiya verir. Doğrudur. Çünki anidən olan bir vəziyyətə ani də reaksiya verir. Doğrudur. Müəllim problemin qarşısını necə almağın lazım olduğunu bilir. Xeyr, bilmir axı. Çünki ani reaksiya verir, özü də təşvişə düşür. Yanlış 1 ilə 4-dür, Y bəndi. Müəllim proaktiv yanaşma göstərmir. Bəli, çünki proaktiv müəllim kimdir? Planlı olan müəllimdir, pozitiv olan müəllimdir, problemləri həll edə biləcək potensiala sahib olan müəllimdir. Amma bu deyil, proaktiv yanaşma göstərmir. Bəli, doğrudur. Və müəllim reaktiv yanaşma göstərir, bu da doğrudur. Reaktiv yanaşma nədir? Yəni belə deyək, plansızdır. Yəni bilmir dərs sinfin idarəçilik, yəni sinfi necə idarə etmək lazım olduğunu əvvəlcədən planlaşdırmayıbdır. Yəni bilmir ki, belə bir hallar olsa necə addım ata bilər. Yəni reaktiv müəllimdir bu. Ümumiyyətlə bu situasiyadakı müəllim reaktiv müəllimdir, proaktiv deyil. Cavabımız yanlış olanlar 1 ilə 4-dür, Y bəndi. 8-ə baxırıq. Məktəbdə valideyn iclasları zamanı hər müəllim ayrı-ayrı sinif otaqlarında əyləşir və valideynlər növbə ilə müəllimlərə yaxınlaşaraq öz övladları haqqında fərdi müzakirələr edirlər. Çox gözəldir bu addım. Valideynlər iclasının belə şəkildə keçirilməsinin səbəbi nə ola bilər? Əlbəttə ki, bu konfidensiallıq olur. Nəyə görə konfidensiallıq? Çünki konfidensiallıq şəxsi həyatı özündə əks elətdirir, gizliliyi pozmamaq burada önəmlidir. Əldə elədiyin məlumatı iclasda müzakirə eləməməyin lazımdır, məxfiliyi qorumaq lazımdır, xüsusi məsələlərlə bağlı söhbət olanda konfidensiallığı qorumaq lazımdır, fərdi danışmaq, gizliliyi təmin etmək konfidensiallıqdadır. Yəni hamının içində hər şey danışmaq olmaz. Konfidensiallığı qorumaq üçündür. A bəndi doğrudur. Valideynlə konfliktin olmaması üçün hər bir valideyn əlində tüfəklə gəlmir ki, konflikt olsun. Olmaz. Şagirdləri utandırmamaq üçün, yəni bütün şagirdlər utandırılacaq hərəkət eləmir ki, utanılacaq bir məqamda olsun. Bəzən ola bilər, müəllim də onun üçün konfidensiallığı qorumaq üçün, gizliliyi pozmamaq üçün şəxsi valideynlə şəxsi şəraitdə fərdi şəkildə söhbət eləməlidir. İclasda müəllimlərin yorulmaması üçün bu absurd haldır. Valideynin şəxsi həyatı haqqında suallar verməsi üçün. Bu ümumiyyətlə olmaz, yanlış yanaşmadır. Konfidensiallığı qorumaq müəllimin etik davranış qaydalarının prinsiplərindən biri hesab olunur. Cavab A bəndidir. 9-dan. Keçmiş davam edici zamanın düzəlmə qaydası necədir? Bu tapşırığı idraki taksonomiyanın hansı mərhələsinə uyğundur? Bizdən xatırladığımızı soruşur. Qaydası necədir deyir. Xatırlamaq mərhələsinə uyğun gəlir. Burada qaydasını izah elə desə anlamaq olardır. Qaydanı yaz, poz, icra elə desəydi tətbiq olardı. Qaydaya özünün əlavələrini deyə bilərsən. Məsələn, əlavə yaratdığın bir fikirləri ora əlavə etsən yaratmaq olardı, amma özünə xas şəkildə olan olsun. Dəyərləndirmək də olsa əsaslı, əsassız yanaşma ilə, düzgün, səhv əsaslandırmalarla, mövqe ilə, meyarla yanaşma olsaydı dəyərləndirmə olardı. Bunu ümumiyyətlə yəni xatırlamaq götürürük. Bilik olaraq biz bunu nəyə götürə bilərik? Keçmiş davam edici zamanın düzəlmə qaydası necədir? Bu məntiqi təfəkkürə əsaslanır, hafiziyyə də deyə bilərik və bu deklarativ biliklə əlaqəlidir. Keçmiş davam edici zamanın düzəlmə qaydası necədir? Sən yadın, çünki onun konkret bir qaydası var ki, keçmiş davam edici zamanda was were ing ilə düzəlir. Sən bunu yadına salıb deməlisən. Yəni bu qaydadır, xatırlamadır. Müəllim əgər desəydi ki, qaydanı, düzəlmə qaydasını məsələn yaz, onda tətbiq prosedural götürərdi. Yəni burada prosedural ola bilməz. Bu
deklarativ olmuş olur. Xatırlamaq və deklarativ. Yəni qəbulda çünki həmişə görürük ki, üçlü şəkildə düşür bu. İndi mənə sualı bu formatda atmışdılar. Daha doğrusu sualı atmışdılar ki, müəllim, taksonomiyanın hansı mərhələsi? İş şayət birdən orada biliyi də soruşsa, onda deklarativ götürün. Təfəkkürü soruşsa, məntiqi təfəkkürü götürün. Və fən daxili inteqrasiya olmuş olur. Çünki öz daxilində üfüqi inteqrasiya reallaşmış olur. 9 adım. 10-cu da qarşıdakı tərəfi inandırmaq üçün kütləvi arqument toplayın. Ümumiyyətlə, arqument, debat, məsləhət, mühakimə, meyar, mövqe, bunlar hamısı tənqidi təfəkkür, dəyərləndirmək mərhələlərində yer alır və həmçinin metakognitiv bilikdə yer alan fikirdir. Çünki sən arqument toplayırsansa, debat var deməkdir. Qarşı tərəfi inandırırsansa, demək, qarşı tərəfi inandırmaq ümumiyyətlə debat iş üsulunda yer alan bir vəziyyətdir. Debatda tənqidi təfəkkürü sevir və çünki orada təqzib edən, təsdiq edən tərəflər olur, əsaslı, əsassız yanaşmalar olmalıdır. Bir-birini təsdiq edib inkar edən tərəflər olduğuna görə dəyərləndirmək burada yer alır və tənqidi təfəkkürdür. Cavabımız Y-bəndir. Bu qədər, uğurlar. Salam əziz miqə və sertifikasiya hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə 22 iyun tarixində sertifikasiya imtahanında düşən sualların izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videoları bəyənib şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər və onlayn müsahibə dərslərimizə qoşulmaq istəyənlər də 055 468 8924 nömrə WhatsApp nömrəmə yaza bilərlər. Başlayaq suallara. Birinci sualda nədir? Müəllim şagirdlərə videonu izlədikdən sonra yeni və köhnə sözlər əsasında izahlı lüğət tərtib etmələrini tapşırdı. Buradan bizdən inteqrasiyanın, təfəkkürün növü, bir də ki, taksonomiyanın mərhələsini istəyir. Fikir verin, burada nə? Videonu izlədikdən sonra deyir. Yəni təlimat var. Videonu izləyəndən sonra eləyibsə, biz demişik ki, yeni qaydaya əsasən hər hansı bir teoremə, qaydaya, təlimata əsasən bir işi görürsə bu anlamadır. Yox, heç bir təlimat olmadan özümüz bir işi icra eləyiriksə, bu tətbiq etmə prosedural bilik olur. Burada da videonu izlədikdən sonra deyir və təlimat var. Yəni qaydanı izləmişik, hər hansı bir bizə verilən təlimatı, manipulyasiyanı icra eləyib, işi görmüşük. Ona görə burada olur anlamaq. Amma yox, əgər eləcə desəydi ki, izahlı lüğət tərtib edib, çünki tərtib özü yaratmaq deməkdir. Yaratmaq mərhələsindədir. İzahlı lüğət yazıb desə tətbiq olardı. İzahlı lüğət tərtib edib olsaydı, eləcə fikrin özü, o yaratmaq olardı. Amma burada videonu, bütün işi həll eləyən videonu izlədikdən sonra fikridir. Ona görə olur anlamaq. Anlamaq da həmişə məntiqi təfəkkürlə işlənir və konseptual bilik olur. Düzdür, buradan bizdən bilik istəmir. Sadəcə deyirəm bilərsiniz ki, bu həm konseptual bilikdir. Bəs bu inteqrasiya olaraq nədir? Fən daxili inteqrasiyadır. Yadınızda saxlayın ki, Azərbaycan dili, xarici dil, yəni dillə bağlı olan fənlərdə inteqrasiya fən daxili inteqrasiyadır. Həmişə üfüqi inteqrasiya yer alır. Çünki oxuyub anlama, dinləyib anlama, dil qaydaları, oxu, yazı kimi bu məzmun xətləri daimə bir-birindən kontakt olur. Çünki biz 1-45 dəqiqədə bu 4 məzmun xətdən 4-ündən də istifadə edə bilərik. Azərbaycan dilindəkinin özünkündən, ingilisinin özünkündən, rusun, alman, fransızın. Amma digər fənlərdə eyni anda 3-4 məzmun xəttini istifadə etmək qeyri-mümkündür. Amma Azərbaycan dili dil olan fənlərdə mümkündür. Çünki biz 1-45 dəqiqədə oxuyuruq da, yazırıq da, dil qaydalarını da icra edirik və s. Ona görə bu da yeni köhnə sözlər əsasında lüğət tərtib etmələrini tapşırdı. Görürsünüz, humanitar fəndən aiddir. Yəni ingilis dilində, Azərbaycan dili, yəni yazı pozu ilə bağlıdır. Yəni burada dil qaydaları, oxu, yazı yer alır deyə üfüqi inteqrasiya, o da fən daxilinin içindədir. Yəni burada şaquli inteqrasiyalıq bir məqam yoxdur. Şaquli inteqrasiya siniflər arasında olur. Və cavabımız Y bəndi olmuş oldu. İkinci suala baxırıq. Verilənlər arasında hansı iş üsulu yoxdur? Əvvəlki seanslarda iş üsulundan bağlı suallar yox idi, amma artıq iş üsulundan bağlı çoxlu suallar var. Ona görə mütləq iş üsullarına, təlim üsullarına diqqət edin. Bir də deyir, inteqrasiya etmək bacarığı ön plana çıxaran, dərsin bütün mərhələlərində
və istənilən dərs tipində istifadə olunan bu üsul problemi hər tərəfli öyrənməyə imkan verir. Hər tərəfli sözündən biz tuturuq ki, bu Bloom kubudur. Çünki Bloom kubunun kubun neçə üzü olur? 6 üzü. Hər üzü bir funksiyanı yerinə yetirir və hər tərəfli bir vəziyyətə hər tərəfli öyrənməyə şərait yaradır. Bir deməli Bloom kubuna aiddir. D bəndi çıxdı. 2-də deyir, sinif müzakirələrində istifadə olunan ən səmərəli həll yolunu seçən qrup şəklində problem həll etmə bacarığını inkişaf etdirən bu üsulun sonunda problemin həlli yollarından biri seçilir. Həlli yollarından biri seçilirsə qərarlar ağacıdır. Çünki bir neçə dənə həll yolu təqdim olunur, ondan biri seçilir. Və səmərəli mütləq şəkildə səmərəli həll yolu olmalıdır. O da qərarlar ağacıdır. Qərarlar ağacı da A bəndindədir. Onu da çıxırıq. Hansı geride qalsa o variantda deməli artıq olan. Konseptlər arasında, üçüncüdə deyir, konseptlər arasında əlaqəni müəyyənləşdirən, köhnə bilikləri analiz etməyə əsaslanan, ilkin biliyi üzə çıxarmağa çalışan bu üsul mövcud bilikləri sistemləşdirib aktivləşdirir. Ümumiyyətlə, mövcud sözü biz bilirik ki, diaqnostik qiymətləndirmədə var idi. Mövcud bilikləri, mövcud fəaliyyəti müəyyən edən. Diaqnostik qiymətləndirmə də həmişə nə ilə işlənir? Klasterlə, biböylə və aksiyonla işlənir. O da variantda görürük hansı var? Klaster var. Mövcud sözünü görəndə klaster, bibö, aksiyon axtarın. Klasterdə C bəndində var, ona görə C-ni də çıxırıq. Müxtəlif konseptləri müqayisə edərək oxşar və fərqli xüsusiyyətləri müəyyən edən bu üsul problemin həlli yollarını araşdırır. Müqayisə sözü var, oxşar fərqli cəhət varsa bu Venn diaqramıdır. Ona görə Y bəndini də çıxmış olduq. Cavabımız B bəndi qaldı. Çünki ziqzaqla bağlı bir fikir burada qeyd olunmayıbdır. Cavab B bəndidir. Üçüncü suala baxırıq. Üçüncü sualda deyir ki, şagird qrafikdən istifadə edərək hesablama aparır. Baxın, eləcə desəydik ki, şagird hesablama aparır, o zaman tətbiq olardı. Çünki sadəcə iş icra edir. Amma qrafikdən istifadə edirsə, deməli artıq burada hər hansı bir teoremdir, qaydadır, təlimatdır, yəni nədənsə istifadə edərək, hər hansı bir düsturdur, bunlardan istifadə edərək bir işi görürüksə o zaman anlamı olur. Amma eləcə iş icra eləsəydik tətbiq olardı. Burada qrafikdən istifadə edir, təlimatdan istifadə edib, qaydadan, teoremdən, düsturdan istifadə edibsə, deməli anlamı olur. Cavabımız B bəndi olmuş olur. Bu ümumiyyətlə bu tipdə sualları çox salırlar. Təlimatdan istifadə eləyərək o zaman anlamı olur. Amma sadəcə iş icra eləyirəmsə o tətbiq olur. Dördüncü sual. Deməli 3B oldu, 4-də deyir. Uşaqlar gələn ay üçün layihə işləməlidirlər və müəllim qrupun rəhbəri olan şagirdə təlimat verir ki, layihə qurmaqla əlaqəli yoldaşlarının vəzifələrini müəyyənləşdirib təyin etsin. Burada çox adam çaşa bilər, layihə sözünü görəndə gedib tez yaratmağı götürər. Olmaz. Cümlənin mahiyyətinə baxın. Deyir, uşaqlar gələn ay üçün deyir, hələ olmayıb, gələcəkdə olacaq. Gələn ay üçün layihə işləməlidirlər və müəllim də qrup rəhbərinə tapşırır ki, get bu işləri gör. Yəni işin icrasını ona tapşırır. Ona görə burada cavab B bəndi, tətbiqdir. Amma layihəni icra eləsəydilər, layihə artıq həyata keçsəydi, o zaman yaratmaq olardı. Burada açar fikir gələn ay üçündür. Yəni növbəti addımlarda görəcəyin işi hələ planlaşdırırsansa, bu elə tətbiqdir. Artıq onu həyata keçirmiş olsaydın, layihə əsaslı öyrənməni reallaşdırsan, yaratmaq olardı. 4B bəndi olur. 5-də sinfin effektiv idarə edilməsi üçün yanlış strategiyalar istəyir. Doğrunu istəmir, yanlış istəyir. Müəllim hər bir şagirdin çıxışından dərhal sonra rəy verməli, münasibət bildirməlidir. Karl Dweck nəzəriyyəsində nə deyirdik? Gözləmə vaxtı vermək lazımdır. Uşağa düşünmə vaxtı vermək lazımdır. Çox yox. Yəni 3-5 dəqiqə mütləq şəkildə verilməlidir ki, uşaq düşünsün. Dərhal rəy vermək bu uşağı qapalı düşüncə tərzinə aparır. Bir yanlışdır, bir cavabımız birdir. Müəllim şagirdə özünü qiymətləndirmə, özünün nəzarət qabiliyyətini aşılayır. Bəli, doğrudur. Metakognitiv bilik formalaşır. Şagird öz-özünü qiymətləndirir. 2 doğrudur. Müəllim müzakirə zamanı şagirdlərdə yaranan sualları cavablandırmaq üçün digər şagirdlərinə yönəltməlidir. Bəli, scaffolding mühiti qurmalıdır. Uşaqların bir-birindən öyrənməsinə zəmin yaratmalı, yoldaş qiymətləndirməsinə yönəltməlidir. 3-də doğrudur. Konfliktləri həll edə bilmək üçün şagirdlərdə emosional intellekti gücləndirmək lazımdır. Bəli, Goleman nəzəriyyəsində vurğulandığı kimi emosional intellekt, münasibətlərin idarə olunması, empatiya,
Sosial məlumatlıq nə qədər güclü olsa, bir o qədər də şagirdlər arasında effektiv münasibət formalaşır. 4-də doğrudur. Qaydalar davranış pozulmaları ilə bağlı tədbirdir. Bəli, qaydalar prosedurlardan daha sərt yanaşmadır. Doğrudur, çünki hər hansı bir cəza tətbiq olunanda da qaydalardan istifadə olunur. İctimai qınaq uşağın idarə edilməsini asanlaşdırdığı üçün müəllim şagirdlərin davranışını hamının gözü qarşısında müzakirə etməlidir. O zaman konfidensiallıq pozulmuş olar. İctimai qınaq da doğru deyil. Uşaqda daha da hikkə yaratmış olur, uşaqda daha da agresiya yaradar. Bu doğru yanaşma deyil. İctimai qınaq olan variant yanlışdır. Bizdən də yanlışı istəyir. Cavabımız 1, 6, 7-ni də oxuyaq. Müəllim şagirdlərin bir-birilərinin şəxsi keyfiyyətlərinə fikir bildirmələrinə zəmin yaratmalıdır. Şəxsi keyfiyyətlərinə yox, şəxsi fəaliyyətlərinə fikir bildirmələri olmalıdır. Çünki şəxsi keyfiyyət olanda bu artıq emosiyalara yönəlik rəy olur. O da doğru yanaşma deyil. Şəxsi keyfiyyət nədir? Sən dahisən, səndən yoxdur, sinfin gözüsən. Yəni belə fikirlər olmaz. Yanlış oldu. 1, 6, 7 D bəndi. 6-cı suala baxırıq. Qiymətləndirmə ilə bağlı yanlış istəyir bizdən. Formativ qiymətləndirmə məzmun standartlarının reallaşmasına xidmət edir. Bəli, gündəlik olaraq uşaqların əsas 6 standartlarını nə öyrəndiklərini üzə çıxardırıq və bunlar da məzmun standartının reallaşmasına xidmət etmiş olur. Amma məzmun standartlarını səviyyə üçün ölçür desəydi, o zaman summativ olardı. Bir doğrudur. Təlim zamanı destruktiv mövqenin nümayiş etdirilməsi şagirdləri səhvlərindən öyrənməyə yönəldir. Destruktiv dağıdıcı rəydir, inkişafdan salan rəydir. Biz konstruktiv rəy verməliyik, inkişafa doğru rəy verməliyik ki, səhvlərindən öyrənsinlər. 2 yanlışdır, bir cavabımız 2-dir. Qiymətləndirmə zamanı verilən tapşırıqların müəyyən hissəsi keçilməyən mövzularla bağlıdırsa, demək ki, qiymətləndirmədə uyğunluq, yəni validlik pozulubdur. Bəli, keçilən mövzu ilə bağlı deyirsə, keçilən mövzu keçilməyənlərlə bağlı müəllim qiymətləndirmə edirsə, uyğunluğu validliyi pozur. Amma eyni mövzu ilə bağlı suallar tərtib edilsə, etibarlıq olardı. 3 doğrudur. Əks əlaqə şifahi və yazılı şəkildə verilə bilər. Əlbəttə ki, doğrudur. Yəni eləmək mümkündür. Uşaqları qiymətləndirmək yəni. 5-də deyir, əks əlaqə şagirdin sosial bacarıqlarına da verilə bilər. Sosial bacarıq nədir? Yumşaq bacarıqlar. Bu il qəbula çox düşən suallardan biridir. Yəni münasibətlərin idarə olunması, empatiya hissinin formalaşması, sosial məlumatlıq, həmçinin əməkdaşlıq, şagirdlər arasında olan ünsiyyət, hamısı sosial bacarıqlara, yumşaq bacarıqlara aiddir. 5-də doğrudur. Formativ qiymətləndirmə şagirdlərin güclü və zəif tərəflərini üzə çıxardır. Güclü, zəif tərəfi üzə çıxardan diaqnostikdir, formativ deyil. 7-də deyir ki, diaqnostik qiymətləndirmə çətinliyi üzə çıxarıb aradan qaldırır. Diaqnostik çətinliyi üzə çıxarıb aradan qaldırır. Bunu formativ edir. Yəni 6 ilə 7-nin yeri fərqlidir. Cavab ona görə 2, 6, 7 olur. Yəni yanlışdır bunlar. Rubriklərlə qiymətləndirmə şagirdlərdə tənqidi düşüncə bacarığını inkişaf etdirir. Rubriklərlə qiymətləndirmə ilə taksonomiyanı dəyərləndirmə mərhələsindədir. O da tənqidi təfəkkürü formalaşdırır. Doğrudur. Bir də onu vurğulayım ki, yəni suallar sırf qəbula düşən kimi deyil. Sadəcə deyiblər ki, müəllim bu tipdə suallar şu, bu mövzudan şu. Mən də onlar əsasında suallar hazırlamışam. Çünki bəzən deyirlər müəllim eyni bu suallar deyil, bilirəm eyni suallar deyil. Sadəcə imtahandan girib çıxanlar hansı formatda sualı mənə deyiblərsə, mən də onların əsasında hazırlayıb sizlərə təqdim edirəm ki, yəni bilin ki, bu mövzulardadır, bunların üzərində dayanın. Cavab oldu 2, 6, 7 C bəndi. 7-də müəllimin verdiyi cədvələ əsasən şagird məsələ qurur. Eləcə desəydik ki, şagird məsələ qurur, bu tətbiq etmə olardı. Məsələ yaradır desə yaratmaq olardı. Amma burada verdiyi cədvələ əsasən deyir. Deməli, burada hər hansı bir cədvəldə düstur mu var, qayda mı var, teorem mi var, nəsə var. Ona baxıb eləyirsə anlamadı. Bu yeni qaydadır. Bunu yaddan çıxartmayın. Hər seansda da bu sualdan sağlayırlar. 7A-dır. 8-də verilənlər arasında hansı iş üsulu yoxdur? Qartopası, debat, 3-2-1, akvarium. Baxaq. A-da deyir, şagirdlərin mövzu barəsindəki anlama bacarığını və maraqlarını ölçmələrinə imkan verən formativ qiymətləndirmədə əsasən dərsin sonunda refleksiya mərhələsində istifadə olunan bu üsulda şagird öyrəndiyi 3 məqamı, ona qaranlıq qalan 2 məqamı və hələ də cavab tapa bilmədiyi bir sualı qeyd edir. Adı üstündə 3 məqam, 2 məqam və 1 sual. 3-2-1 üsuluna aiddir. Ona görə 3 getdim.
Fərdi iş forması ilə başlayıb qruplarla iş forması ilə davam edən bu üsulu tətbiq etməklə həm sinifdə əməkdaşlıq formalaşır, həm də bütün sinif dərsə cəlb olunur. Bəli, fərdidən başlayıb qruplara doğru gedir. Qar topası necə olur? Qar dənəci olur, sonra yuvarlana çoxalır. Bu da onun kimi fərdi başlayıb qruplara çevrilir. Qar topasıdır bu. Ona görə 1 ilə B bəndi getdi. C-də deyir, yoldaş qiymətləndirilməsi bacarığını formalaşdıran bu üsulda şagirdlər kiçik daxili və xarici qruplara bölünərək müzakirələr aparır və optimal həll yolu təklif edirlər. Ümumiyyətlə, kiçik daxili xarici qrupları görəndə bilin ki, akvariumdur. Yaddan çıxartmayın, müzakirə üsullarından biridir. C-də oldu 4 aid. D-də deyir ki, bu üsul şagirdləri sürətli düşünməyə, assosiasiya yaratmağa, hər hansı bir mövzunun xüsusiyyətlərini tapmağa xidmət eləyir. Cisim və hadisənin xüsusiyyətlərini sadalamaq bacarığını formalaşdırır. Hadisənin ümumiyyətlə xüsusiyyətləri sadalamaq sözünü görəndə aksiyon axtarın. Bu aksiyon üsuludur, sadəcə variantlarda yoxdur. Ona görə elə bu üsulu yoxdur deyə D bəndini götürürük. Cavabımız D bəndidir. Y-də deyir ki, şagirdlərdə riyazi məntiqi təfəkkürü formalaşdıran bu üsulda şagirdlər komandalara bölünür və komandanın biri verilən mülahizəni arqumentlərlə gətirərək təsdiq, digəri isə inkar eləməlidir. Daha güclü arqumentlər verə bilən qrup qalib gəlmiş olur. Təsdiq edən, təqzib edən tərəf varsa, riyazi məntiqi təfəkkürü formalaşdırır, plus arqumentlər var, dəlil var, bunun harada olur? Debatda. Deməli, 2 də Y-yə aid olmuş oldu. Burada deməli, yanlış cavabımız nə oldu? Yanlış oldu D bəndi. Çünki D bəndi aksiyona aid idi. 8D oldu, 9-a baxırıq. Müəllim şagirdlərə izahlı lüğət tərtib etmələrini tapşırdı. Baxın, heç nədən istifadə eləmir. Burada təlimat yoxdur, düstur yoxdur, qayda yoxdur. Deyir ki, get lüğət tərtib elə, lüğəti yaz demir. Lüğət üzərində iş icra elə demir. Lüğət tərtib elə deyirsə, bu artıq yaratmaq olur və demişəm dillə bağlı olan bir iş olanda. Çünki lüğəti eləyəndə bir oxuyur, yazır, dil qaydalarına baxır. Ona görə füq inteqrasiyadır, o da fən daxiliyə aiddir. Burada fən üstü olanma, çünki fən üstü həyatla əlaqə ilə əlaqədardır. Fənlər arası olsa bir fənlə digər fənin adı olmuş olardı. Burada elə bir məqam yoxdur. Ona görə fənlər arası götürə bilərsiniz, deyirsiniz izahlı lüğətdə hər hansı bir fənlə əlaqələndirir, amma digər variantlarda yoxdur, axı yaradıcı ilə yaratmaq. Əsas yaradıcı ilə yaratmağa diqqət edin. 9B bəndi. 10-cuya baxırıq. Məktəbdə multikulturalizmlə bağlı maarifləndirmə tədbiri təşkil edilir. Şagirdlərdən biri irqçiliyə yox adlı şagirdlərin maarifləndirilməsi üçün posterlər hazırlayır. Baxın, poster varsa mən göz yumulu nə götürürəm? Yaratmaq götürürəm. Çünki hərənin özünə xas şəkildə hazırladığı poster ola bilər. Layihə necə yaratmaq olur? Poster də onun kimi hər özünə uyğun şəkildə posteri hazırlayır. Özü istədiyi kimi irqçiliyə yox adlı bir poster hazırlayır. Bu da yaratmaq, yeni biliksə konseptual və burada həyatla əlaqədardır. Çünki maarifləndirmə tədbiri keçirilir. Hər kəs gedir evdə onu hazırlayır. Əgər evdən çölə çıxdısa söhbət, sinifdən çölə çıxdısa olur fən üstü inteqrasiya, çünki həyatla əlaqə var. Ən üstün inteqrasiyadır. Onda olur A bəndi. Bu qədər uğurlar xeyrini görəsiz. Salam əziz MİQV sertifikasiya hazırlaşan müəllimlər. Hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə 22 iyun tarixində sertifikasiya imtahanına düşən kurikulum suallarını izah edəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videoları bəyənib şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər və onlayn kurikulum, onlayn müsahibə dərslərimizə qoşulmaq istəyənlər 055 468 89 24 nömrəli WhatsApp nömrəmə yaza bilərlər. Başlayaq suallarımıza. Bu 22 iyun tarixində olan kurikulum sualların 3-cü hissəsidir. Yəni birinci, ikinci hissələrini də YouTube kanalımızdan götürüb dinləyə bilərsiniz. Başlayaq suallara. Birinci sualda deyir ki, müəllim qlobal istiləşmə və iqlim dəyişikliyi mövzusunda şagirdlərə dərs təqdim edir və mövzunun şagirdlər üçün aktual olması üçün müəllim nə etməlidir? Deməli, mövzu təqdim elədi və mövzunun uşaqlar üçün aktual, onların yəni araşdırmağa meyllənmələri üçün, müasir dövrdən ayaqlaşdığını göstərə bilməsi üçün nə eləməlidir? Baxaq. Başqa ölkədən gələn ekspertlə şagirdləri tanış edib, həmin ekspertin mövzunu danışmasına şərait yaratmaq lazımdır. Hər mövzuda həmən mövzuya uyğun bir ekspert gətirib dərsimizi keçməyimiz bir
qeyri-müəyyən bir haldır. Ona görə bu yanlış cavabdır. Yəni bizdən aktual olması üçün müəllim nə eləməlidir? Yəni o hər mövzu var, 40 mövzu var, 40 mövzuda da xaricdən 40 nəfər gətirəsi deyil. Ona görə bu yanlışdır. Müəllim özü mövzunu araşdırıb subyekt-obyekt formatında dərsi qurmalıdır. Müəllim özü araşdırmamalıdır, şagirdlərin araşdırmasına şərait yaratmalıdır. C-də deyir, şagirdlərin özlərinin mövzunu tətbiq etməsi üçün şagirdlərə mənbə verib onları araşdırmağa yönəltmək lazımdır. Sorğu araşdırma əsaslı öyrənmədir bu. Həmçinin Vygotsky nəzəriyyəsindədir. Çünki müəllim scaffolding mühiti yaradır, fasilitator kimi çıxış edir, şagirdlə öz arasında körpü rolunu qurub, körpü rolunda özü çıxış edib və onları yönəldir, özlərinin araşdırmasına yönəldir. Ən gözəl variant C bəndidir. Bir C-dir. D-də deyir, şagirdlərin bu mövzuda esse yazmaqlarına və onu əzbərləmələrinə şərait yaratmalıdır. Esse yazmaq gözəl yanaşmadır, amma əzbərləmək bu doğru yanaşma deyil. Şagirdləri ekskursiya aparmalı, şagirdlərdən birinin orada mövzunu danışmasını istəməlidir. Ekskursiya aparmaq ola bilər, amma o mövzunu danışmaq onlardan biri deyir onu danışsın. O zaman ayrı seçkilik yaratmış olur. Ona görə bu yanlışdır. Cavabımız oldu C bəndi. İkinci suala baxırıq. Hansı addım şəxsiyyətin formalaşdırılmasında müəllimin atdığı yanlış addımdır? Yumşaq bacarıqlardan istifadəyə önəm vermək bu doğrudur. Çünki emosional, əməkdaşlıq, sosial, ünsiyyət bacarıqların formalaşması yumşaq bacarıqlarda dayanır. Bu doğrudur. Şagirdin davranışına həmişə negativ rəy vermək bu həmişə negativ rəy olmaz. Eləcə negativ rəy olsa olar. Çünki bəzən ola bilər negativ rəy, düzdür. Yaxşı hal olmasa belə müəllim negativ rəy əlbəttə ki verə bilər. Amma bu həmişədir. Ona görə bu yanlışdır. Şəxsiyyət tiplərini nəzərə almaq, bəli, introvert, ekstravert, ambivert olduğunu bilmək yaxşı addımdır şəxsiyyətin formalaşmasında. Sosial emosional öyrənmə mühiti yaratmaq Goleman nəzəriyyəsinə əsasən müəllim çalışıb SEO mühiti yaratmadır. Sosial emosional öyrənmə mühiti formalaşdırmalıdır. Qısa formada SEO yazılır. Şagirdin davranışına müsbət rəy vermək bu bir növ mükafatlandırma kimidir. Yəni müsbət gücləndiricini formalaşdırır. Doğrudur. Bu da bizdən yanlış istəyir, o da B bəndidir. 3-də deyir, müəllim şagirdi onun valideyni ilə olan mənfi münasibətinə görə bütün şagirdlərin yanında onu danlayıb irad tutur. Situasiya ilə bağlı doğru fikir istəyir. Şagirdlə bağlı şikayətləri e-mail ilə göndərməyib. Bu vəziyyətlə bağlı deyil. A bəndi, yəni situasiya ilə əlaqəli deyil. Müəllim valideyn ilə münasibətində israrlı olmayıb. İsrarlı olmaq əgər valideyn icrasına gəlmirsə o zaman israrlı ola bilər. Və yaxud da valideyn cavab vermirsə o zaman israrlı olmağa çalışır. Yəni bu situasiya ilə bağlı deyil. Valideyni tez-tez zəng edib şagirdlə bağlı xəbərdarlıq etmək, tez-tez ümumiyyətlə zəng etmək bu doğru yanaşma deyil. Harda görsəz çıxın. Heç vaxt tez-tez zəng etmək düzgün götürülmür. Müəllim-şagird münasibətləri effektiv şəkildə təmin olunmayıbdır. Bəli, effektiv şəkildə təmin olunmalıdır ki, müəllim-şagird arasında münasibət də pozitivə doğru getsin, müsbətə doğru getsin ki, problemlər yaşanmasın. D doğrudur. Y-də deyir, müəllim-valideyn münasibətinə vaxt sərf olunmayıb. Burada vaxtla bağlı bir məqam vurğulanmayıbdır. Ona görə biz yeni götürənməliyik. Cavabımız D bəndidir. 4-də baxırıq. Şagird sinif yoldaşından qələm istəyir. Ancaq yoldaşı ona öz qələmini verməyərək deyir ki, keçən dəfə sənə qələmimi verdim, amma onu qaytarmadın. Müəllim şagirdlə söhbət edərək vurğulayır ki, sən səbəbini bilirsənmi ki, o qələmi sənə niyə verməyib? Və müəllim şagirdə bu vəziyyəti izah edir və müəllimin burada məqsədi nədir? Baxaq nədir? Yanlış davranış üçün plan hazırlamaq. Yanlış davranış üçün plan hazırlamaq bu belə deyək, ümumiyyətlə plansız olan müəllim reaktivdir. Planlı iş tutan müəllim proaktivdir. Burada da yanlış davranış üçün plan hazırlayır. Burada planı dərs gedişatında hazırlamaq bu düzgün yanaşma hesab olunmur. Çünki həmin məqam, əvvəlcədən desəydi ki, plan hazırlayıb, məsələn, həmən vəziyyətin olmaması üçün
Əgər belə bir vəziyyət yaranmamışdan əvvəl müəllim hər hansı bir situasiyanı irəli sürsəydi ki, belə şeylər olanda məsələn diqqət etmək lazımdır. Müəllim planlı şəkildə olsa belə hal yaşamaz. Ona görə yanlış davranış üçün plan hazırlamaq o daldan atılan daş topuğa dəyər. Onun kimi yanaşmalı bir şeydir. Ona görə biri götürənməliyik biz. Şəxsi keyfiyyətlərə daha çox diqqət etmək, şəxsi keyfiyyətə yox, fəaliyyətə diqqət etmək olardısa, amma yenə də situasiyamızdan əlaqəsi yoxdur. Burada fəaliyyətə diqqət yetirməli bir məqam yoxdur. Şagirdin şəxsiyyət kimi formalaşmasına dəstək vermək. Bəli, müəllim çalışmalıdır ki, şagirdi bir fərd kimi, şəxsiyyət kimi formalaşdırsın. 3 doğrudur. Şagirddən məktəblə bağlı müsbət fikirlər yaratmaq situasiyanın əlaqəsi yoxdur. Yəni məktəblə şagird arasında problem yoxdur ki, müsbət fikir yaradaq. Şagirdi öz emosiyalarından düzgün istifadə etməyə yönəltmək. Görürsünüz, yenə yönəltmək. Vygotsky nəzəriyyəsi gəldi. Müəllim çalışır, fasilitator roluna çıxış edib, istiqamət verməlidir, yönəltməlidir. Sosial konstruktivizmi formalaşdırmalıdır. Cavabımız 3-5 A bəndi olmuş oldu. 5-ə baxırıq. Şagirdlərə tarixi hadisə ilə bağlı təqdimat hazırlamaq tapşırılır və qiymətləndirmə auditoriyanın səviyyəsi nəzərə alınmaqla keçirilir. Verilmiş tapşırıq əsasən inteqrasiyanın, bilik növü və idraki sahənin mərhələlərini müəyyən edin. Şagirdlərə tarixi hadisə ilə bağlı təqdimat hazırlamaq deyilir. Baxın, tarixi hadisə ilə bağlı təqdimat deyir. Əgər hər hansı bir təqdimat desəydi ki, gedin təqdimat hazırlayın. Bu zaman yaratmaq və yaradıcı təfəkkür olardı. Amma burada tarixi verib, bizim əlimizdə məfhum var. O məfhum üzərində işimizi icra eləməliyik. Tarixlə bağlı təqdimat hazırlamalıyıq. Yəni bu düstur deyil ki, hər hansı bir teorem deyil ki, mən bunu anlamaq götürüm. Tarixi hadisədir, biz onu götürüb üzərində iş icra eləməliyik. Ona görə prosedural tətbiq olur və tarixi hadisə ilə bağlı deyirsə, indi bilmirik hansı dərsdədir bu. İngilis dil dərsindəsə tarixlə əlaqəli olur. Tarix dərsindəsə də gedir yenə araşdırma ilə başqa fənlərlə əlaqələndirir, ədəbiyyatla falan. Yəni mütləq təqdimat varsa, çünki təqdimat yaradıcı təfəkkürdür. Yaradıcılığa doğru gedən bir işdir. Sadəcə əlimizdə bir məfhum var. Tarixi hadisə, onun üzərindən araşdırma aparırıq deyə biz buna tətbiq etmə deyirik, prosedural deyirik. Amma yenə də təqdimat özlüyündə bir yaradıcılıq var özündə. Çünki şagird araşdırır, istər-istəməz başqa fənlərlə də əlaqəsini ortaya çıxartmış olur. Ona görə fənlər arası prosedural biri tətbiq etmək. Amma burada tarixi hadisə sözü olmasaydı, müəllim şagirdlərə təqdimat hazırlamaq tapşırır və qiymətləndirmə auditoriyanın səviyyəsini nəzərə alınmaqdan keçirilir. Belə olsaydı, cavabımız olardı fənlər arası konseptual bilik, çünki yeni biliklər konseptualdadır. Konseptual və yaratmaq, heç variantlarda o yoxdur. Amma dediyim kimi olsaydı, fənlər arası konseptual yaratmaq olardı. Sadəcə əlimizdə tarixi hadisə var və onun üzərində iş görürük, prosedural tətbiq etmək olur. C bəndi. 5 deməli C oldu. 6-ya baxırıq. Müəllimə aid olan yanlışı seçin. Təlimdə inklüzivliyi təmin etməyə, bəli, həmçinin bərabər imkanları təmin edir, dəstəkləyici mühiti formalaşdırır. Şagirdə davamlı olaraq negativ rəy vermək. Baxın, həmişə negativ rəy, bayaq da elə bir sual var idi. Həmişə negativ rəy vermək olmaz, davamlı olaraq olmaz. Negativ rəy istərsəməz onun qapalı düşüncə tərzinə keçməsinə şərait yaradacaqdır. Ona görə o olmaz. Sonra cavabımız B bəndidir, yanlış odur. Şagirdlərdə yumuşaq bacarıqları formalaşdırmaq, yəni ünsiyyət bacarıqları, münasibətlərin formalaşması bacarığını formalaşdırmaq, təlimdə inkişaf dinamikasını izləmək, bəli, bu da formativ qiymətləndirmədə olur. Konfidensiallığı qorumaq, bəli, gizliliyi qorumaq lazımdır. Hər şeyi hamının yanında açıb danışmaq, yaxşı yanaşma deyil. 6B bəndidir. 7-yə baxırıq. 7-də deyir ki, summativ qiymətləndirməyə aid fikri müəyyən edin. İl ərzində mütəmadi olaraq keçirilir. Mütəmadi olaraq ümumiyyətlə sözünü harada gördünüz? Formativ götürün. Burada il ərzində sözü sizi çaşdırmasın. Çünki onsuz da formativ il ərzində aparılır. İl ərzində keçirilir, yəni yanaşması mütəmadi olaraq, mütəmadi olaraq sözünün vurğulanması onun formativ olduğunu vurğulayır. A formativdir, dərs boyu ölçür. Bu da formativdir. Çünki dərs boyu deyirsə 1:45 dəqiqə akademik saatımı deyirsə formativdir. Risk tələb etməyən
formativdir, çünki rəsmi qiymətləndirmə deyil, həmçinin diaqnostikdə risk tələb etmir. Amma summativ risk tələb edir, çünki risklidir, rəsmi qiymətləndirmədir. Sən oraya yazdığın qiyməti dəyişə bilməzsən, risk tələb edir. Amma formativdə qoyduğun qiyməti şagird mütəmadi olaraq üzərində çalışıb qiymətini artıra bilər. Şagirdi istiqamətləndirir, inkişaf elətdirir, istiqamət verir, irəliləyişini tənzimləyirsə, bu da formativdir. Şagirdin təlim nailiyyətini ölçür fikri varsa, plus nailiyyətini ölçürsə, bu summativdir. Yaddan çıxartmayın. 2Y oldu. 8-ə baxırıq. Müəllim sinifdə jest mimikalardan istifadə edərək prosedurları şagirdlərə tətbiq etdirir. Müəllimin məqsədi nədir? Şagird valideyn münasibətini möhkəmləndirmək xeyr, şagird müəllim münasibəti olsa olardı. Fəaliyyətin idarə olunmasında vaxt itkisinin qarşısını almaq. Burada vaxtla bağlı heç bir məqam yoxdur. Arzu olunmayan davranış nümayiş etdirən şagirdi cəzalandırmaq. Arzu olunmayan davranışla bağlı, behaviorizm nəzəriyyəsilə də bağlı heç bir fikir yoxdur. Tədricən şagirdlərə şifahi fəaliyyətləri tətbiq etdirmək. Bəli, jest mimikalar şifahi fəaliyyətlərdir. Qeyri-verbal yanaşmalardır. Yəni ki, şifahi deyəndə şərt deyil ki, danışılsın. Sadəcə şifahi fəaliyyətlər, onların hərəkətlərlə bağlı gördüyü prosedurları nəzərdə tutur. O da tədricən şagirdlərdə bu prosedurların tətbiq olunmasına şərait yaradır. Şifahi fəaliyyətlər jest mimikaları vurğulayır. 8D bəndi olur. 7 deyir, sinifdə şagirdlərlə ortaq dəyərlər yaratmaq. Burada onunla bağlı heç bir məqam yoxdur. Cavabımız oldu D bəndi. Şifahi fəaliyyətlər jest mimikalarla uzlaşır. 8D, 9-a baxırıq. Dərs prosesində müzakirə zamanı xaos yaranmasının səbəbi aşağıdakılardan hansıdır? Rubrikin olmaması bu qiymətləndirmə ilə bağlı problem olar. Gözləntinin pozulması, yəni gözləntinin pozulub-pozulmaması müzakirəyə aidiyyatı yoxdur. Prosedurla qayda da əsas önəmli olan. Düzdür, gözlənti də müsbət gözlənti, mənfi gözlənti olur. Müsbət gözlənti açıq düşüncə tərzinə şagirdi yönləndirir. Mənfi gözlənti isə qapalı düşüncə. Ancaq müzakirədə xaos yaranmasının səbəbi əsas prosedurla qaydanın pozulmasıdır. Əgər bunlar yoxdursa da müzakirəmiz də istədiyimiz nəticəni əldə etməyəcəyik. 3-6-dır cavab A bəndi. Müşahidənin olması, müşahidə varsa niyə xaos olsun? Mənfi gözləntinin olmaması, yəni bu da doğru yanaşmaq olmur. Mənfi gözləntinin olmaması niyə xaos yaratsın? Cavab 3-dən 6-da A bəndi. Və 10-cu sual, formativ qiymətləndirməyə aid olan fikri seçin. Adı deyir, şagirdin nailiyyətini müəyyən etmək, bu summativə aid nailiyyəti müəyyən etmək, şagirdin nailiyyətini izləmək, nailiyyəti izləmək deyir. Fəaliyyəti izləmək olsa formativ olur. Nailiyyəti izləyirsə summativdir. Şagirdin nailiyyətini qiymətləndirmək də summativdir. Müəllimin fəaliyyətini də izləmək summativdir. Şagirdin fəaliyyətini izləsək formativ olardı. Müəllimin fəaliyyətini izləyirsə summativdir. Şagirdin irəliləyişini izləmək bu summativə, bu formativə aid olmuş oldu. Deməli A, B, C, D summativdir. Y bəndi isə formativə aiddir. Bu qədər. Uğurlar, xeyrini görəsiniz.